Salam uşaqlar. Deməli bu gün ədədi silsilə mövzusunu işləyəcəyik. Burada deməli vardı 153 dənə deyəsən də sual. 153 sualdan sadəcə olaraq yəni hər birini izahını vermişəm nə formada? Tək cüt formasında. Birini mən işləyəcəm, biri sizdədir. Başlayaq uşaqlar. Sualda deyir ki, A1 bərabərdir 15, silsilə fərqi də 4-ə bərabərdir. A5-i tapın. Deməli A5 bərabərdir. A5-i A1 ilə necə ifadə etmək olar uşaqlar? A1 üstə gəlsə neçədəyə bərabərdir? 5 çıx 1 nə eləyirdi? 4-dür. A1 üstə gəlsin 4-dəyə bərabər olacaqdır. İndi aparıb yerlərinə qiymətlərini yazırıq. A1-in yerinə yazıram 15, üstə gəl 4 vurulsun D. D-nin də qiyməti ilə 4-ə bərabərdir. 4 vur 4-ü 16. Burada da bunu 15 ilə toplayanda bərabər olur neçəyə? 31-ə. İkinci sualda 3, 5, 7 ədədi silsiləsində silsilə fərqinin tapılmasını istəyir. Biz bilirik ki, silsilə fərqi iki ardıcıl həddin fərqinə bərabərdir və ikincidən birincini çıxmaq lazımdır və yaxud da ki, üçüncüdən ikincini çıxmaq lazımdır. Yəni, böyük olandan, sağda durandan solda duran çıxmaq lazımdır. Deməli, silsilə fərqi bərabər olacaq 2-yə. Üçüncü suala baxaq. Üçüncü sualda deyir ki, silsilənin üçüncü həddi 56-dır. Silsilə fərqi 9-a bərabərdir. A1-in tapılmasını istəyir bizdən. Gəlin A3-ü A1 ilə ifadə edək. A3 bərabər idi. A1 üstə gəlsin 2-dir. A3-ün yerinə yazıram 56. A1-i bilmirəm, lap x-la da işarə eləyə bilərəm. Üstə gəlsin 2 vurulsun D. Silsilə fərqi də neçəyə bərabər idi? 9-a. 56-dan deməli x-i tapmaq istəyirik də, düzdürmü? 2-ni 9-a vururam 18. Sonra da bunu da göndərirəm 56-nın yanına. 56-dan 18-də çıxanda bərabər olur neçəyə? 38-ə. Keçək dördüncü suala uşaqlar. Dördüncü sualda silsilənin ardıcıl hədləri verilibdir. Bizdən soruşur ki, 9-cu həddi tapın. Əslində burada bir yolu əl qaydası ilə də getməkdir. Mənfiyə fikir verməyin, əllə saya bilərsiniz. Baxın, 5, 8, 11, görünür bunlar 3 artırlar, düzdürmü? Əllə yəni saymaq bu formada olar ki, 5, 8, 11, 13, 14, 17, 20, 23, 26, 29. Deməli, bunun silsilənin 9-cu həddinin qiyməti 29-dur. Bir də bunun mənfisində nəzərə alsaq, yəni mənfi 29 eləyər. Gələk indi bunun normal, yəni akademik yolunun həlli qaydasını. Həlli qaydası necədirlər? A9-u tapmaq lazımdır, düzdür? A9 nəyə bərabər idi? A1 üstə gəlinsin 8-dir. A1 var əlimizdə, var. İlk həddimiz neçədir bizim? Mənfi 5. Üstə gəlinsin 8 vurulsun D demişdik. D-ni gəlin burada tapaq uşaqlar. D nəyə bərabər idi? Bayaq da dedik yuxarıdakı misalda, ikinci misalda. D, 2 ardıcıl həddin fərqidir. Sadəcə olaraq burada ikincidən birincini çıxmaq lazımdır. Yəni, mənfi 8 çıx mənfi 5. Bu da nə eləyəcək? Mənfi 8 üstə gəl 5. Yəni, 5 çıx 8 bərabərdir neçəyə? 3-ə. Yazırıq bura mənfi 3. İndi baxın, 8-i vuranda mənfi 3-ə eləyirmi? Mənfi 24. Qabağında da nə yazılmışdı? Mənfi 5. Elədilər neçə? Mənfi 29. Yaxşı mı? 5-ci sual sizlikdir. 5-ci sual elə ki 4 ilə eynidir. 6-cı sualda 3-cü sualla eynidir. Qabağına 3 yazım, yəni biləsiniz. Sonra 5-ci sual 4-cü sualla eynidir. Keçək aşağılara. 7-ci suala. 7-ci sualı gəlin tapaq. 7-ci sualda əslində eləmişik buna aidini. Nə veribdilər bizə? İlk həddi verib 39, silsilə fərqi 3, 15-ci həddin tapılmağını istəyir, düzdürmü? Deməli, yazaq 15-ci hədd nəyə bərabərdir? A15 işarə olunmağına işarə olunurlar. A15 kimi işarələdik. Bu 7-ci test idi. A15 bərabərdir. A1 üstə gəlsin 14-dir. A1-in qiymətini neçə veribdir misal bizə? 39. Üstə gəl 14 vurulsun D. D də neçəyə bərabərdir? Mənfi 3-ə. 14-ü vururam mənfi 3 eləyir, mənfi 42. Burada da 39 var idi. 39-dan da 42 çıxıram, verir mənə neçə? Mənfi 3. Bu 7-ci misal idi. Keçək 8-ci misala. 8-ci misalda nə verilibdir? Deyir, birinci həddi 5-dir. Yazıram, A1 5-dir. Üçüncü həddi də 17-dir. Düzdürmü? İndi bizdən soruşur ki, bu silsilənin ikinci həddinin tapılması. Bunda belə bir qaydaya gedək. Ədədi ortaq xassəsi demişdik yadımıza gəlirsə. A1 üstə gəlsin A3. A1 üstə gəl A3-ün yarısı.
A2-ni verirdi, düzdürmü? 1 ilə 3-ün ədədi ortası nə eləyirdi? Demişdik ki, A2. Amma belə də deyə bilərik. 1 üstəgəl 3 normalda nə eləyir? 4. Amma 4 demirdik. 2 dənə nə deyirdik? 2 dənə ikilik. Aparım qiymətlərini yazıram. Birinci həddin qiyməti yerinə yazıram 5. İkincinin də yerinə yazıram 17. 5 ilə 17-ni toplayıb 2-yə böləcək. Eləyir 22. 22-ni də 2-yə böləndə verəcəkdir bizə neçə? 11. Deməli, seçilən bu həddi də buna bərabərdir. Keçək 9-cu suala. 9-cu sualda ilk həddim var. Hətta ikinci həddim də var. Bizdən soruşur ki, A4-ün tapılması. Burada yenə ardıcıl formada da gedə bilərsiniz. Gəlin əvvəlcə silsilə fərqini tapaq. A2-ni A1 ilə ifadə eləsək, A2 bərabər idi A1 üstə gəlsin D, düzdürmü? Bura yazıram 4, bura yazıram 2, burada yazıram D. 4-dən 2 çıxıram, neçəyə bərabər olur? 2-yə. Normalda yenə dedirəm, şifahi formada da hesablaya bilərsiniz ki, A1-in qiyməti 2-dir. Sonra neçə vahid artıbdır? 4 olubdur. Deməli, silsilə fərqi buradan da görsənir ki, neçəyə bərabərdirlər? 2-yə. Və bizdən soruşur ki, indi A4-ün qiymətini tapın. A4-ü tapmaqdan ötürü gəlin bunu A1 ilə də verə bilərsiniz, A2 ilə də verə bilərsiniz. Fərqi yoxdur. Verək ki, A1 ilə. A1 üstü gəlsin 3D-yə bərabərsən deyirəm. A1 deyir ki, mənim riyazi qiymətim 2-dir. Üstə gəl 3 vurulsun D. D deyir ki, mənim də qiymətim 2-dir. 3 vur 2, 6. Bunun da üstünə 2 gələndə bərabər olurlar neçəyə? 8-ə. 10-cu sualda ondandır. 11-ci sualda da yuxarıdakı 7-ci misalla eyni idi. Deməli, baxın, 10-cu sual 9-la eynidir. 11-ci suala çoxunu elədik artıq. 7-ci sualla eynidir. Keçək bir qədər çətin suallara baxaq. Deməli, nəyə? 12-ci sualla, artıq 12-ci sualda fikir verin. Cəm istəyir, SN-lər istənilir bizdən. SN-i gələn formulunu verək. SN nəyə bərabər idi? 2 dənə formul keçmişdik, düzdürmü? Sadəcə olaraq görək hansı lazımdır bizə, ona baxaq. Demişdik ki, SN-in ilk formuluna nə vaxt gedirik? SN-in ilk formuluna o vaxt gedirik ki, birinci hədlə sonuncu hədd verilsin. Onda SN-in ilə belki ilk formuluna gedə bilərik. Formulda necə idi? A1 üstə gəlsin A-in bölü 2 vurun. Bu formada deyirik, düzdürmü? Lora dildə belə deyirik, yadınıza gəlirsə. İlk hədd üstə gəl son hədd yarısı vurulsun son həddin nömrəsi. İndi aparıb yerlərinə qiymət yazmaq lazımdır. Bizdən nəyi soruşur bu adam? İlk 8 həddin, yəni S8-in tapılmasını istəyir. S8 bərabərdir uşaqlar. A1 üstə gəl A8 bölü 2 vur 8. Burada 2 ilə 8 ixtisar gedir, qalır geriyə 4. A1-in qiymətini verib mənə misal, mənfi 2. A8-in də qiymətini veribdir ki, 19. 19-dan 2 çıxıram, neçə qalır geriyə? 17. 17-ni də vuraq 4-ə, bərabər olacaq neçəyə? 68-ə. Yaxşı, 13-cü sualda ilə 12-ci sualla eynidir, qalsın sizə. 14-cü suala da əslində oxşarını yazmışdıq. Deməli, bu yuxarıda var idi. Ədəd orta xassəsini eləyirsiniz də, elə bil ki, uşaqlar 12 ilə 16-nı toplayıb, belə deyim də, indeksindən gedirsə söhbət. 10 ilə 12-nin ortası neçədir? 11. Onda 12 ilə 16-nın ortası neçədir? 12-nin üstünə 16 gəlib yarıya bölürük. 28, bunda yarısı neçə eləyəcəkdir? 14. 15-ci sualda onu oxşar gedirdilər. Gələk 16-cı suala. Deməli, 16-nı burada yazaq. Rahat yer, çatacaq. Bu neçənci idi deməli? Bu 12-ci sual idi. Yazırıq indi hal-hazırda da 16-cı sualı. 16-cı sualda nələr verilib? Bir dənə qeyd edək. 5-ci həddin qiyməti 12-dir. 25-ci həddin də qiyməti 52-yə bərabərdir. Bizdən soruşur ki, bu silsilənin birinci həddi bəs neçəyə bərabər idi? Gəlin A25-i A5 ilə ifadə eləyək. 25-dir. 5-in üstünə nə gəlsəm 25 eləyir. Yəni, burada neçə deyil dururdu? 20-dir. Qiymətlərini yazıram. 52 bərabərdir. 12 üstə gəl 20-dir. Düzdürmü? 52-dən 12-ni çıxanda neçə qalacaqdır? 40. 40 bərabərdir 20-dir. D nəyə bərabərdir? 42-yə böldüm, daha doğrusu 20-yə böldüm. Bərabər oldular 2-yə. İndi bu amma bizdən soruşmuşdu ki, ay uşaqlar, A1-in qiymətini tapın. Gəlin tapaq. Bundan ötürü daha kiçik olan elementi götürək. Məsəl üçün A5-i götürək ki, bunun hesablaması daha rahatdır. A5-i A1 ilə verək. A1 üstə gəlsin 4D-yə bərabər idi. Normalda birbaşa yazsaydıq, görəcəksiniz ki, uşaqların əlimizdə A1 yoxdur. Üstəlik D də yox idi. Ona görə əvvəlcədən mən misalda sizə 25 ilə 5-in çıxıb, oradakı silsilə fərqinin qiymətini tapdım. İndi yazaq, A5 deyir ki, mənim qiymətim yerinə yaz 12. A1 də deyir ki, bilmirəm, nəyə? 4D, 4 vurulsun, D-ni necə tapmışdıq biz burada? 2. 4-ü 2-yə vururam, eləyir 8. 12-dən də 8-in çıxardırıq.
Bilirsiniz, bu müsbət 8 eləyirdi. Müsbət 8 o tərəfə mənfi 8 kimi keçir. 12-də də 8 çıxırıq, verəcəkdi bizə 4. Bu deməli oldu 16-cı sual. 17-ci suala gələk baxaq. Deməli, ədədi silsilədir. A4-ü veribdi, A7-ni veribdi. Əslində bir formulu belə verə bilərsiniz uşaqlar. Nə formasında deyirdik. A7-dən A4-ü çıxsa neçə D qalacaq? 3D. Baxın, A7 çıxılsın A4 bərabərdir 3D. 7 çıxılsın 4 nə eləyirsə, həmin qiyməti bura yazırsınız. Hardan gəldiyini də baxaq uşaqlar. A7-ni A4 ilə ifadə eləyəkdir. A4-dən sonra neçə vahidi artı, yəni neçə dənə D var A7-yə qədər? 3D-dir. Sadəcə olaraq bu müsbət A-nin o tərəfə atıb qiymətini deyirik. İndi gedək yerlərinə yazaq. A7 deyir ki, mənim qiymətim 18,6-dır. A4 də deyir ki, mənim qiymətim 6,3-dür. Qaldı geriyə D-nin tapılması. 18,6-dan 6,3-ü çıxıram. Daha doğrusu 18-dən 6, 12,3 bərabərdir 3D. D-nin tapılmasına baxaq. 12,3-ü 3-ə bölürəm. Neçəyə bərabər olur? 4,1-ə. Bu da hansı variantdadır deməli? D variantı. Sonra 18-ci sual onunla eyni şeydir. Keçək 19-a. 19 baxın, indi yuxarıda dediyim qaydanı burada tətbiq eləyirlər 19-da uşaqlar. Deyir ki, A5 çıxılsın A6 81-ə bərabər. İndi biz deyirik ki, A5-dən A6 çıxanda nə qalır onsuz? 15-dən 6 çıxın, neçə eləyirlər bizə? 9-dir. Bərabərdir nəyə? 81-ə. Yadınızda qalsın, iki həddin fərqi silsilə fərqini verir. 15 ilə 16-nın fərqi də bunun əmsalına yazıb getsin. 9 da 81-dir. 81-i 9-a bölürəm. O da eləyəcək neçə ilə? 9. 20-ci sual onu oxşardı. 21-ci sualda uşaqlar tez-tez çaşırlar. Niyə? Bu kök 2-ləri oxuyada çətinlik gəlir. Gəlin dənə baxın, belə yazırıq. Qabağına bir dənə 1 atdım. Və kök sözünə, yəni kök 2 deməyəcəm, qısaca A da deyə bilərəm. Yaxşı, bir dənə kök, 2 dənə kök, daha sonra nəyə soruşur o bizdən? 3-cü həddini tapın. O da neçəyə bərabər olacaq? Fikir verin, silsilə fərqi də 1, 1, 1 artırırlar. 3-cü həddində nəyə bərabər olacaq? 1 dənə kök, 2 dənə kök, sonra nə gəlir? 3 dənə kök. Deməli, buna bərabər oldu, getdi. Keçək 22-ci suala. Burada yer var, bu hissədən qeyd eləyək 22-ni. 22-ci sualda nə veriliblər bizə? Silsilənin 3-cü və 17-ci həddlərinin cəmi 20-dir. Bir dənə yazaq. Bax, demir ilk 3 ya da demir ilk 17. Deyir ki, 3-cü həddin özü ilə 17-ci həddin cəmi bərabər imiş 20-yə. İndi burada uşaqların qarşıladığı bir şey. Bu 20-yə fikir verməyin. Sağ tərəfdəki duran, yəni 20-yə baxmırsınız. 3 üstə gəl 17 nə eləyirdi? 20. Amma 20 yerindən də orta xassəsini deyirik. Necə deyirdim? 3 üstə gəl 17 nə eləyir? 20. Amma 20 demirik, nə deyirdik? 2 dənə onluq eləyir. Yəni 2-yə xırdalamaq lazımdır da bunu. 2 dənə onluğumun qiyməti 20-yə bərabərdirsə, onda bir dənə A10 nəyə bərabərdir? 20-ni 2-yə bölürəm. Bax, bu indeksdəki nömrənin bu nömrəyə heç bir dəxli yoxdur. Yəni, sırf təsadüfən misalda bu formada alınırdılar da, belə deyək uşaqlar. Neyse, bu hissəni əslində yazmağa da ehtiyac yox idi. Sadəcə olaraq yəni geri gəlmişkən dedim. Əslində bir dənə buranı istifadə edeyim, bəsimizdir. A3 üstə gəl A17 bərabərdir 20. Bu adam bizdən soruşur ki, S19-u tap. S19-u tapmadan ötürü gəlin gedək birinci formula. A1 üstə gəl A19 böl 2 vur 19. Baxın, buradan davam edək. İndi baxın, 1 üstə gəl 19. İndekslər cəmi neçə eləyibdir? 20. 3 üstə gəl 17. İndekslərinin cəmi neçə eləmişdi? 20. Biz nə demişdik formulda? 2 dənə elementin indekslərinin cəmi bərabərdirsə, onda onların qiymətləri də bərabərdir. Yəni, əgər bunun indeksində 1 və 19-un cəmi 3 və 17-nin cəmi ilə bərabərdirsə, bunun qiyməti nədirsə, bunun da qiyməti olacaq. Deməli, ora yuxarı deyir ki, mənim qiymətim neçəyə bərabərdir? 20 ədədinə. Onda yazıram 20 böl 2 vur 19. 20-ni 2-yə böldüm 10 elədi. Onu da vurdum 19-a. Elədi 190. Aydın oldu uşaqlar. Keçək növbəti suala. 23-cü sual asandır. Rahat yaza bilərsiniz. Keçək 24-cü suala. 24-cü sualda nə veriliblər bizə? A15-in qiyməti bərabərdir 5-ə. S29 soruşur sizə. Gedək birinci formula. Birinci formula necə idi? İlk hədd, son hədd, böl 2, vur nömrə. Yaxşımı? İndi gəlin deyək. 1 üstə gəl 29. Bunun əslində hazır formulu var. Sadəcə olaraq uşaqlar formulu tez-tez yaddan çıxardırlar deyə. Yəni, maksimum əzbərçilikdən qaçaq deyə. Elə həlli ilə gedək, verək getsin. 1 üstə gəl 29 nə eləyirdi? 2 dənə nə? Bax, 1-in üstünə 29 gələndə eləyir 30. Amma 30 demirdik. Bunu 2-yə xırdalayırdıq. 2 dənə nə? 15-lik.
Bax, buranın qiyməti neçəyə bərabər oldu? 2 dənə 15. Onda 2-ləri də ixtisar eləsəm, bu hissənin qiyməti nəyə bərabər olacaq? A15. Bir də ardınca nə gəlmişdi? 29. S29-un qiyməti deməkdə, düzdürmü? A15 də deyir ki, mənim riyazi qiymətim var. Riyazi qiyməti neçədir? 5. 5 vurulsun neçə? 29. Bu da bərabər olacaqlar. Neçəyə uşaqlar? 145-ə. Sonra 25-ci sualda elə 24 ilə eynidir, eyni qayda ilə gedirlər. İndi bizdə deyir ki, uşaqlar aşağıdakılardan hansı ədədi silsilədir? Yadınızda qalsın. Ədədi silsilə olmağını istəyirsinizsə, bu kx plus b şəklində verilməlidir. Yəni məsəl üçün bu kəsr xətti funksiyaya gedir, kəsr funksiyadır. Bu kubik funksiyadır, bu üstülü funksiyadır, bu da kvadratik funksiyadır. Bizə nə lazım idi? Ədədi silsilə olmağından ötürü xətti funksiya şəkli. 30-cu sualı mən yazdım. 31 sizə qaldı uşaqlar. Keçək 32-yə. 32-ci sualda deyir ki, 50-ci həddin qiyməti 20-ci həddən bölsə mənfi 1 eləyər. Sıfıra bərabər olan bir dənə hədd var. Bəs o həddin nömrəsi neçədir? Onun tapılmağını istəyir o bizdən misal. Onda rahat yolun deyim uşaqlar sizə. 50 ilə 20-nin ortası. Yəni 50 ilə 20-ni toplayıb yarıya bölürsünüz. 50 üstə gəl 20 neçə eləyirdi? 70. Yarıya da böləndə neçə eləyirdilər? 35. İndi belə hazıra getmək. Bu rahat yolu idi. İşte birdən ətraflı yazılıya düşsə, nə formada yazmaq lazımdır? Yazıram A50 bölünsün A20 bərabərdir nəyə? Mənfi 1-ə. 20-ni bura çarpaz vuraq. A50 bərabərdir nəyə? Mənfi A20-yə. Mənfi A20-ni də göndər ki, A50-nin yanına. A50 mənfi bu tərəfə müsbət kimi keçir, düzdürmü? A20 bu tərəfə keçəndə yerində nə qaldı? 0. İndi deyək ki, ədədi orta xassəsi ilə 50 üstə gəl 20 nə eləyirdi? 70. Amma nə demişdik? 70 demirik. Nə deyirik? 2 dənə nə? 35. 2 dənə 35-in qiyməti 0-dırsa, 0-ı 2-yə böləndə yenə neçə verəcəklər bizə? Yenə 0 eləyəcəklər. Daha doğrusu, indi o da bizdən indeksinin nömrəsini soruşmuş. Deyir ki, yəni hansı həddir o ki, qiyməti 0-a bərabərdir. Qiyməti 0 eləyən həddin nömrəsi neçədir? Deyirsiniz ki, elə 35-ə bərabərdir. Yaxşı, keçək indi 34-cü suala. Gəldik S-nin nisbətən uşaqlara çətin gələn ikinci formula. S-nin ikinci formulu hardan gəlib deyək? A1 üstə gəlinsin AN idi, düzdürmü? Bölü 2 vurulsun nə idi? AN də deyir ki, mənim qiymətim nəyə bərabərdir? A1 üstə gəl N minus 1-dir. Yaxşımı? Buradaydı. Onda A1, A1, 2 dənə A1, yəni bu hələ baxın uşaqlar A-nin formuludur. A1-nin qabağında bir dənə də A1 var idi. Onda nəyə çevrilir? A1 üstə gəl A1. 2 dənə A1, N-1-dir. Yəni əslində bunun ikisinə fikir verməsəz A-nin formuluymuş kimi də o cür də yadınızda saxlaya bilərsiniz. Və arda olduğu kimi gedir. Bölü 2 vurulsun N. Və bu düstura demişdik ki, nə vaxt gedirik? Ya bizdə N verilməsə, yəni N-in qiymətinin neçə olduğunu bilməsək, yox, daha doğrusu N-in qiyməti verilir sizə, çünki deyəcək ki, ilk 10 həddin cəmini tapın, N orada qiyməti bilinəcək. Hə, bizdə nə vaxt gedərik? Uşaqlar bu düstura silsilə fərqi verilirsə. Silsilə fərqi verilirsə, gedirik bu düstura. Yazıram, S neçə soruşur bu adam məndən? S11. Yazıram, S11 bərabərdir. 2 vurulsun A1. A1 deyir ki, mənim qiymətimi yerinə mənfi 3 yaz. Üstə gəlinsin. Burada uşaqlar qarışdırırlar. Deyirlər, ay müəllim, bu M-1-in yerinə nə yazaq? Bu adam sizdən nəyə soruşubdur? 11 həddin cəmi, düzdür? Yəni, N-in yerinə 11 yazıb. Onda 11-dən 1 çıxıram, nə qalır? Baxın, bura 11-dir, N-in yerinə 11. 11-dən 1 çıxdım, 10 qaldı. Bir də silsilə fərqini də veribdir də bizə. Silsilə fərqi də deyir ki, 1,2-yə bərabərdir. Bölünsün neçə? 2, vurulsun neçə? 11. İndi baxaq, 2-ni mənfi 3-ə vuranda eləyəcəkdir bizdə mənfi 6. 1,2-ni 10-a vuranda da eləyəcəklər 12. 12-dən 6 çıxıram, nə qalır geriyə? 6. 6-nı bölürəm 2-yə, eləyir 3. 3-ü də vururam yanındakı 11-ə, 33. Bildiniz, 2-ni mənfi 3-ə vurdum. 1,2-ni də 10-a vurdum, 12. 12-dən 6 çıxdım, 6. Yarıya böldüm, elədi 3. 3-ü də vurdum yanındakı 11-ə, elədi neçə? 33. 33 də deməli A variantında idi. Bizdən soruşur 30, deməli 35-ci sual yuxarıdakı ilə eynidir, sizə qalsın uşaqlar. Keçək 36-cı suala. 36-cı sualda nə veriliblər? A13 üstə gəl A21, ya da oza qalsın. 2 dənə həddin cəmi varsa, burada böyük ehtimal və ədədi orta xassəsi var. İndi deyirəm, 13 üstə gəl 21 nə eləyir? 34. 34 demirdik, 2 dənə nə deyirdik? 17-lik. 2 dənə 17-lik, bir dənə 17-nin qiymətini, yenə deyirəm, bax bu 17-nin, bu 17-yə
Gələ eyni ədəd qoymayarlar ki, uşaqlar çaşırlar. Bu 17-nin bu 17 dəxli yoxdur. Bu nömrə baxımından, sıra nömrəsi baxımından 17-dir. Bu da onun qiyməti olaraq 17-dir. Yazıram 2 vurulsun A17. Sənin riyazi qiymətin neçəyə bərabərdir? Təsadüfən 17-yəm mən də məsəl üçün. 2-ni də 17-yə vurdum. Neçə elədi? 34. Bu da var idi. Burada 37-ci sual oxşardır. Sizə qalsın uşaqlar. Deməli, gəlir növbəti sualımız 38. 38-də S var və silsilə fərqi var. Deməli, S-nin ikinci formuluna getmək lazımdır. Gəlin S20-ni yazaq ki, nəyə bərabərdir? S20 bərabər idi nəyə? 2A1 üstə gəl N-1-də, yəni 20-dən bir vahid aşağısı neçə eləyirdi? 19D bölü 2 vur neçə? 20. Bax, biz bunun formulunu yazırıq. İndi gedək bir yerlərini yazaq. S20 deyir ki, mənim yerimə 670 yaz. Yazdıq, yaxşı. 2 ilə də 20-ni ixtisar elək elə, yerindəcə sadə ədəd qalsın deyə. Qaldı geriyə 10. Vurulsun, 2 vurulsun. A1-im nə olduğunu bilmirəm. Kimsal da mənə A1-i tap deyib, düzdürmü? Üstə gəl, 19 vurulsun D. D də deyir ki, qiymətim neçəyə bərabərdir? 3-ə. İndi gəlin, baxın, hər onunla 670 sıfırlarını ixtisar edək, qalır geriyə 67. 67 bərabərdir. 2A1 üstə gəl. 19-da 3-ə vuranda eləyir 57. 67-dən 57-ni çıxardıram. Neçə qalır? 2A1-in deməli qiyməti neçəyə bərabərdir? 10-a. Doğrusu A1-i tapaq. Onu da bölürəm 2-yə. Neçəyə bərabər olacaqdır bu da bizdə? 5-ə. Sonra bu neçənci nömrə idi uşaqlar? Deməli, qarışmasın nömrələri. Bu 38-ci misal idi. 38. Niyə silindi bu? 38-ci misal idi. Bu getdi. 39 oxşarı da sizə qaldı. 40-cı sualdan davam edək uşaqlar. Deməli, ilk həddin qiyməti bizə verilibdir ki, 3-ə bərabərdir. 7-ci həddin qiyməti də -9-dur. Deyir ki, uşaqlar, bu sualda bir dənə hədd var. Onun qiyməti -29-dur. Amma nömrəsini bilmirəm. Mən də səndən soruşuram ki, onun nömrəsi neçədir? AY-nin formulu necə idi? A1 üstə gəl, N-1D. Düzdürmü? Belə verirdik. AY-nin qiyməti var əlimdə, -29. A1-im də hətta var əlimdə, 3. Üstə gəl. N-i bilmirdim, N-i tapmalıyam. Bir də burada D də yoxdur əlimizdə. D-ni də tapmaqdan ötürü uşaqlar, baxın, bu iki dənəsindən istifadə etmək lazımdır. İki dənəsini necə istifadə edirik? A7, A1 ilə ifadə edək. A7 bərabərdir, A1 plus 6-dır. A7-nin qiymətini yazıram -9, A1-in yerinə yazıram 3, üstə gəlsin 6D. 6D bərabərdir. Müsbət 3 o tərəfə nə cür keçəcək? Mənfi kimi. -9 ilə -3 nə eləyəcək? -12. Bunu da 6-ya böləndə neçə verəcək mənə? -2. Yox, buranın da qiymətini tapdıq. Deməli, burada -2-yə bərabər idi. İndi bunu baxaq. Deməli, -29 bərabərdir 3 üstə gəlinsin. N-i -2, -1-ə vuranda, yəni -2-ni -1-ə vuranda elə birbaşa birinci istəyirsiniz onu yazaq. 2, -2-ni N-ə vuranda isə çıxılsın 2-yə. Bildiniz necə? -1-i -2-yə vurdum. Müsbət 2. -2-ni N-ə vurdum, çıxılsın 2-yə bərabərləşdirdik. İndi bir dənə baxaq. 3 üstə gəlsin 2 neçə verdilər bizə? 5. 5 çıxılsın 2 nəyə bərabərdir? -29-a. Bu ikisinin yerini dəyişək ki, işarələr də rahat müsbətləşsinlər. -29 bu tərəfə, müsbət 29 kimi keçdi. 5 üstə gəl 29-da neçəyə bərabər oldu? 34-ə. 34-ü də burada gördüyümüz 2-yə bölürük. N bərabər olur neçə? 17. Deməli, bu 40-cı sual idi uşaqlar. 41-ci sualda oxşar qaydada həll olunur. Keçək 42-yə. 42-lərin rahat qaydasını deyim istəyirsinizsə sizə. Burada gördüyünüz ədədi, burada gördüyünüz ədədə bölürsünüz. Yəni, cavab həmişə həmin qiyməti verəcəklər. Hansı formalarda? Burada yazılıb 11. Əgər 11-in 2 mislinin 1 əksiyi, 11-in 2 misli nə eləyir? 22. 1 əksiyi. SN-də yazılıbdırsa, yəni 21 burada yazılıbdırsa, yəni bu qaydanı tez tətbiq edə bilərsiniz. Keçək indi bunu akademik yolla həllinə. S21 bərabərdir. A ilk hədd, yəni A1 üstə gəl son hədd bölü 2 vur 21, düzdürmü? İndi baxaq. A1 ilə A21. A1 ilə A21-i toplayanda verirdi bizə A22, amma daha doğrusu A22. 1 ilə 21-i toplayanda 22 eləyir. Biz amma nə deyirdik ki, 2 dənə 11, düzdürmü? 2 dənə 11-ə bərabərdir. Bu, ikilər də bir-bir ilə gedir. Qalır geriyə 21. İndi SN-in formulunun qiyməti neçəyə bərabərləşdirir misal sizə? 105-ə. Lap belə şey də deyə bilərik. A1 ilə A21-in ortasında duran kimdir? A11-dir. Yəni bir də 2-yə vur 2-yə bölü yazmaya da bilərsiniz.
21-ə daha doğrusu 21-ə vurubları 105 eləyirdi. 105-i də 21-ə bölürəm. Yenə bayaqki dediyimiz yolla daha tez tapa bilərdiniz. Bərabər olurdu neçəyə? Elə 5-ə. Hansı variantda oldu bu da deməli? A variantındadır. Keçək 43-cü suala. 43-cü sualın üçün buralarda biraz silmə eləyək ki, rahat tez geçsin. 43-cü sual. 43-də nə verilibdilər bizə? S-nin formulu verilibdir. Deyir ki, A7-ni tap. A7-nin, yəni silsilə həddinin cəmlə olan formulu belədir uşaqlar. A7-ni tapmaqdan ötürü S7-dən çıxmalıyam nəyi? S6-nı. Baxın, belə əllə də saya bilərsiniz. 1, 2, 3, 4, 5, 6, 7 həddin cəmindən 1, 2, 3, 4, 5, 6-nı çıxanda nə qalacaqdı geriyə? Deməli 7-ci hədd. Formul olaraq da belə gedirdi, yadınıza gəlirsə. A-in bərabərdir, S-n çıxılsın, S-n-1. Yəni, hər bir hədd bərabərdir. Həmin həddə qədər olan cəmindən çıxırsınız ondan bir tık əvvəlkinin cəmini. İndi gedək, A7-ni tapmaq istəyiriksə biz, əvvəlcə S7-ni tapaq. S7-də formuldan N gördüyünüz yerə 7 yazın. 2 vur 7, vur 7 çıxılsın 1. 2 vur 7 eləyir 14, 7 çıxılsın 1 də eləyirdilər 6. 14-ü 6-ya vurdum, nə elədilər? 84. Keçək S6-nı tapaq. N gördüyüm yerə yenə 6 yazacağım. 2 vurulsun 6, 6 çıxılsın 1. 2-ni 6-ya vururam eləyir 12, 6-dan da 1 çıxıram 5. 12-ni də 5-ə vuranda nə eləyirlər? 60. İndi gedək A7-ni tapaq. 84-dən çıxıram 60-ı, bərabər olur neçəyə? 24-ə. 24 hansı variantdaydı burada? C variantında. 44-cü sual oxşar sualdır. 45-ci sual 42 ilə eynidir. Burada qeyd edin, 45 ilə 42 eynidir. Rahat yolu necə demişdik uşaqlar deməli? Həqiqətən 5-in 2 mislini bir vahid azaltsam alınırmı? 9. 5-i 2-yə vuranda 10, azaldığında 9. Onda bu yol tipli misallarda dedi ki, bu 2 ədədi bir-birinə bölün, geçsin. 72-ni 9-a bölürəm, cavab eləyəcək 8. 42-ni bölürəm 21-ə, cavab eləyəcəklər 2 və s. Bu formada davam edirlər uşaqlar. Keçək indi 47-ci suala. 47-ci sualda nə veriliblər? A3, A4, A5-in cəmi 18-dir. Biz bunlarda nə demişdik? Əgər dalbadal gedən həddlərdirsə, dalbadal dediyim daha doğrusu məsafəsi eyni olanlar. Fikir verin, 3-dən 4-də də bir vahid məsafə var, 4-dən 5-ə də bir vahid məsafə var. Onu da uşaqlar yazırıq. Neçə dənə hədd görürsünüz burada? 1, 2, 3. 3 vurulsun ortadakı. Düz ortaya düşən kimi də A4. Bərabər imiş neçəyə? 18-ə. 18-i bölürəm 3-ə, bərabər olur nəyə? 6-ya. Baxın uşaqlar, bu sualdır. Sonra bunun həndəsi silsilədə olan forması imtahanlarda tez-tez çıxır. Buraxılış imtahanlarının tez-tez düşən mövzulardandılar. Davam edirdik 48-ci sualdan. Buraları biraz təmizlədim ki, rahat olsunlar. Əgər siz videolarda ilişirsinizsə, yəni videoya baxa-baxa stop edib həllini köçürə bilərsiniz də, deyim sizə. S17 bərabərdir 34. S17-nin qiymətini yazaq. İlk hədd, son hədd böl 2 vur nömrə bərabərdir neçəyə? 34-ə. 17 ilə 34 ixtisar getdi, qaldı geriyə 2. İndi baxaq. 1 ilə 17-nin ortası neçə eləyirdi bizdə? A9. Yazıram A9. Sol tərəfdə A9 qalıb, sağ tərəfdə nə qalıblar? 2. Baxın, biz bunu istifadə eləyəcək harada? Gedək nəyə? Deyir ki, A4, üstə gəl A10, üstə gəl A13. Bunu tap. A4-ün yerinə deyirəm ki, A1 üstə gəl 3-dür. Ardınca A10-un yerinə deyirəm ki, A1 üstə gəl 9-dir. A13-ün də yerinə deyirəm ki, A1 üstə gəlsin 12-dir. Bir dənə baxaq. A1, A1, A1. Oldu mu 3 dənə A1? D'lərə baxaq. 3 deyir, 9 deyir 12. 12 üstə gəldi 12 elədi 24. Gəlin burada ortaq vuruq kimi 3 alaq, hər şeyi kənara alaq, 3-ü buradan. 3-ə bölsəm bu ifadəni, qalır geriyə A1. 24-ü 3-ə bölsəm, qalır geriyə 8-dir. İndi baxaq, 1 üstə gəl 8 neçəni verirdilər bizə? Hansı həddə verəcəklər? A9-u. Neçə misli idi çöldə yazılıb? 3 misli. A9 da deyir ki, mənim qiymətim 2-yə bərabərdir. 3 vurulsun 2, bərabər olacaqdır 6-ya. 49-cu sualdan davam eləyək uşaqlar. 49-cu sualda hələ ki bunlara baxmıram. Məndən soruşur ki, ilk 10 həddin cəmini tapaq. S10 bərabərdir. A1 üstə gəl A10 böl 2 vurun. İndi baxın burada 2 ilə 10-u ixtisar elədim 5 qaldı. 5 vurulsun A1 plus A10. Burada bilirsiniz hansı qaydaya getmək lazımdır uşaqlar. İndekslərinin cəmi, yəni nömrələrin cəmi bərabər olan həddlərin
öz cəmləri də bərabər. Yəni 1 + 10 nə eləyir? 11. Bəs burada verilənlərə baxın, bunlar boşuna verilməyiblər də bizə. 4 + 7 nə eləyir? 11. Onda A1 + A10 elə A4 + A7 ilə eyni şeydirlər, düzdürmü? Bildiniz niyə? Çünki indekslərinin cəmi hər ikisinə də eyni qiyməti verirdilər bizə. Neçə misli demişdik? 5 misli. İndi davam eləyək buradan, bərabərdir 5 misli. A4-ün yerinə yazıram 12. A7-nin də yerinə yazıram 18. 12 ilə 18 eləyir 30. 5-i də vururam 30-a, verəcək bizə neçə? 150. Keçək deməli uşaqlar 50-ci suala. 50-ci sualda bizə nələr verildiyini yazar riyazi formada. Silsilənin 7-ci həddi 21-ə bərabərdir. A7 bərabərdir 21. Sonra ilk 7 həddinin cəmi də 105-ə bərabərdir. Yəni S7 də bərabərdir 105. O bizdən nəyi soruşur? Bu silsilənin birinci həddini və silsilə fərqinin tapılmasını istəyir. A1 yəni bərabərdir sual, silsilə fərqi bərabərdir sual. Yəni əvvəlcə nəyə gedək uşaqlar? S7-nin ilk formuluna. S7 nəyə bərabər idi? A1 + A7 böl 2 vur 7. Düzdürmü? Bu formada tapılırdı. Qiymətini yazıram. S7-nin riyazi qiyməti 105-dir. A7-nin yerinə yazıram 21, amma A1-in qiymətini bilmirəm. Vurulsun neçə illər? 7 idi, düzdürmü? İndi burada 105 ilə 7 ixtisar gedir, qalır geriyə 15. 15-i 2-yə çarpaz vururam eləyir 30. 30 bərabərdir 21 + A1. 30-dan da deməli 21-i çıxanda A1-in qiyməti qalır. A1 neçəyə bərabər olacaqdır bizdə? 9-a. İndi bizdən silsilə fərqini soruşur. A1 var əlimdə, bir də A7 var əlimdə. Yəni silsilə fərqini tapmaq nə var ki, uşaqlar burada? A7 A1 ilə ifadə eləyək. A1 + neçə dəqiqə bərabər idi? 6 dəqiqə. A7-nin yerinə yazıram 21. Bunu da yerinə yazıram 9 + 6D. 6D bərabərdir. 21-dən 9 çıxartdım, qaldı geriyə 12. 12-ni də 6-ya böldüm, elədilər ki, deməli silsilənin ilk həddi 9-dur. Silsilə fərqi də 2-yə bərabər olur. 51-ci suala, 51-ci sualda nə verilibdir? Silsilənin ilk həddinin qiyməti verilibdir. İkinci həddinin də qiyməti verilib. Deyir ki, 16 ədədi bu silsilənin neçənci həddidir? Yəni, uşaqlar, AE-nin yəni silsilədə bir hədd var imiş. Qiyməti 16-ya bərabər imiş. Amma onun nömrəsinin neçə olduğunu bilmirik. İndi gedək ki, nəyə? A1 var əlimizdə. Onsuz AE-nin formulunda bilirik ki, A1-dən istifadə olunur. Amma D-dən də istifadə olunur. Silsilə fərqini necə tapardıq demişdik? İki ardıcıl həddlərin bir-birindən çıxmaqla. A2-nin yerinə yazıram -4,8. A1-in də yerinə yazıram -5,6. Bu da nəyə bərabər olacaq? -4,8 üstə gəl 5,6. Yəni 5,6 çıxasın 4,8. Deməli, silsilə fərqi neçəyə bərabər oldu? Uşaqlar, 0,8-ə. Bunu saxlayaq burada. Bu bizə lazım olacaq. İndi gedək nəyə? Demişdik bizdən ki, silsilənin bir həddi var, qiyməti 16-dır, amma nömrəsini bilmirəm neçədir. Həmin o nömrənin tapılmasına. AE-nin formulunu yazaq. AE bərabər idi A1 üstə gəl M-1-dir. Düzdürmü? Bu formada tapılırdı. İndi əlimizdə olan bütün materialları yerinə yazaq. AE-nin yerinə yazırıq 16. A1-in yerinə yazırıq. Qiyməti neçə idi? Bunun -5,6. Üstə gəl N-1D. D-nin də qiyməti neçə idi deməli? 0,8. Bir dənə baxaq. 16 bərabərdir. -5,6. 0,8-i bura vurub açaq. 0,8 N çıxılsın 0,8. Nəyə bərabər olduğunu baxaq. -5,6 ilə -0,8 neçə eləyirdilər? -6,4. Bu -6,4 bəs o tərəfə nə cür keçəcəkdir? Müsbət kimi. 16 üstə gəl 6,4. Nəyə bərabər olacaqdır? 0,8 yenə. 16-nın üstünə də 6,4 gələndə verəcək bizə neçə? 22,4. İndi bunu istəyirsiniz ona vuraq daha rahat xilas olsunlar. 8-in bərabərdir deməli 224. Geriyə qalır 224-ü 8-ə bölmək. Deməli bunun da içərisində neçə olacaqdır? 28 dəfə. 52-ci sualın bir neçə yolun həlli var, amma ən sadə, yəni son variant dediyimiz yol necədir? Bunların hər birini A1 ilə verək. A4-ün yerinə yazıram A1 üstə gəl 3-dir. A5-in yerinə yazıram A1 üstə gəl 4-dir. A16-nın yerinə yazıram A1 üstə gəl 15-dir. A17-nin yerinə yazıram A1 üstə gəlsin 16-dir. 16D. Bərabərdir neçə yazıblar? 40. İndi baxaq uşaqlar. A1, 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 A1. Verdi bizə 4 dənə A1. Keçək D-lərə. 3D üstə gəl 4 elədi 7. 7 üstə gəlsin 15 elədi 22.
22-nin üstünə deməli 16, daha doğrusu 7, 15, 22, 22-nin də üstünə bu 16-nı gələndə neçə verəcəklər bizə? 38D bərabər olacaqlar. Bərabərdir neçəyə? 40-a. İndi bunların hər tərəfini 2 ixtisar edək. Nə verəcək bizə baxaq. 2A1 üstəgəl 19D bərabərdir nəyə? 40-a. 2A1-lərdən də A1-in birini saxlayaq, digərini 19D ilə qoşalaşdıraq. Bərabərdir 40. A1 üstəgəl 19D kimin qiymətidir uşaqlar? A20-nin. Bəndə də nə var idi? A1 plus A20. İndi baxın biz bunu istifadə edəcəyik harda? Bizdən kimin tapılmasını istəyir? İlk 20 həddin cəmini. Yəni qısaca nə? S20. S20 nəyə bərabərdir? A1 plus A20 böl 2 vur 20. A1 plus A20-nin yerinə nə yazacaq artıq? 40. 40 bölünsün 2 vurulsun 20. Burada eləyir bizə 20, 20-ni də 20-yə vuranda neçəyə bərabər olacaqdır? 400-ə. Deməli 400 də burada qiymətlərdə var idi. Keçək indi 53-cü suala. 53-dən ötürü deməli mən buraları təmizləyək, rahat qalsın. Yenə deyirəm, ehtiyac olduğunda videonu dayandırıb misalın həllini köçürdə bilərsiniz. Sadəcə olaraq mənə ağ yer lazımdır deyə yazmaqdan ötürü onu qeyd edirəm. S4-ün tapılmasını istəyir. Burada belə qeyri-adi bir şey yoxdur uşaqlar. S4 tapmaqdan ötürü. S4 nə deməkdir? İlk 4 dənə həddin cəmi. A1 plus A2 plus A3 plus A4. AY-nin də formulunu veribdir bizdə. AY bərabərdir, deyir ki 5N plus 7-yə bərabərəm. Daha doğrusu bölünsün neçə? 3 kimi götürürdük. Burada rahat bir yol deyim də uşaqlar. Əgər biz N-in yerinə yəni 1, 2, 3, 4 falan qoymayacağıq, düzdürmü? Yazıram 3, 5 vur 1 plus 7. Yenə məxrəcdə 3, 5 vur. Bir dəfə N-in yerinə 2 yazacaq. 2 plus 7. Yəni bu formadadırlar deyə istəyirsiniz heç məxrəci bir dənə yazın. Yaxşı mı? Bir dənə məxrəcə yəni 3 yazın bu formada. Ondan sonrasında yəni qiymətləri tapın. 3 yazırıq. 5 vur 3 plus 7. Bir dəfə də 4 yazırıq. Deməli n yerinə 4. 5 vur 4 plus neçə? 7. Bu formada olduqlarını qeyd eləyək. İndi baxaq qiymətlərinin tapılmasına. Məxrəcə ümumiyyətlə 3 yazdıq da, düzdürmü? Məxrəcə 3 yazdıq. 5 vur 7 elədi 35. Üstə gəl. 5 vur 2 10. Onu da 7-yə... Ay, daha doğrusu 5 vur 1 elədi 5. Üstünə 7 gəldik. Ya belə yazaq. 5 üstə gəl 7. 5 vur 2 10. Üstə gəl 7. 5 vur 3 15. Üstə gəl 7. 5 vur 4 20. Üstə gəlsin 7. Bir dənə baxaq görək nəyə bərabərdir. 5 ilə 10-u elədik 15. 15 ilə 15 elədi 30. 30-un da üstünə 20 gəldik, elədi 50. Yuxarıda alındı 50. Geriyə qaldı nə? Deməli 7, 7, 7, 7. 4 dənə 7. Bərabərdir 3-ə. Bura eləyir 28, düzdürmü? 50-nin də üstünə 28 gələndə verir bizə 78. 78 də 3-ə böləndə verəcək ki bizə 26. Deməli doğru variantda A variantında. Sualdan davam eləyək. Deməli, S-nin formulu verilib. Bizdən soruşur ki, silsilə fərqini tapın. Silsilə fərqində, yəni işi böyütməyək də, da durub 20 çıx 19 demək. Kiçik ədədlərdən götürək. A2 çıxılsın A1-ə bərabərdir. Yaxşımı? A2-nin isə normalda qiyməti verilməyibdir. A2-ni S-in içərisindən tapılmasını istəyir bizdən. S-in formuluna görə necə yazırdıq? A2 bərabər idi. S2 çıxılsın S1. A1 elə S1-in özünə bərabərdir. Çünki ilk həddin özü elə ilk həddin cəminə bərabərdir və yaxud da ki, tərsə də deyə bilərik. İlk həddin cəmi elə ilk həddin özünə bərabərdir. Onu da silsilə fərqində aparıb yerinə yazası olsaq. D bərabərdir. A2 çıx A1 deyəndə A2-nin yerinə yazıram S2 çıx S1. A1-in də yerinə yazıram S1. Nəyə bərabər olur onda silsilə fərqi? S2 çıxılsın 2 vur S1. S-in də formulunu bizə veribdir misal. Deyir ki, S-də formulu necədir? 6n çıxılsın 3n'in kvadratı. Onda S2-ni tapmaq istəyiriksə, n-in yerinə bir dəfə 2 yazaq. 3 vur 2'nin kvadratı. Nəyə bərabər olur? 12 çıxılsın 12. Qiyməti neçə edirdilər bunun? 0. Keçək ki, S1-i yazaq. N-ın yerinə 1 yazırıq. 6 vurulsun 1 çıxılsın 3 vurulsun 1'in kvadratı. Bu da eləyir 6 çıxılsın 3. Bu da bərabər oldular 3'ə. İndi gedək silsilə fərqində yerini yazaq. Silsilə fərqi nə demişdi? S2-nin qiyməti yəni 0 çıxılsın. S1-in qiymətini 2-yə vur. S1-in qiyməti 3 çıxmışdı. Bunu da vurdum 2-yə. 0 çıxılsın 6. Bu da bərabərdir neçəyə? Mənfi 6-ya. Keçək neçənci suala? 55-ci suala. Yenə deyirəm, silsilə mövzusunun suallarını bir neçə yolla həll etmək mümkündür.
Amma adətən uşaqlar öyrəşiblər A1 ilə olan, yəni hər həddi A1-ə aparmaqla. Çünki bizdə nə var? A12-nin qiyməti var və bərabərləşdiribdi 280-ə. A12-ni gəlin A1 ilə verək. A1 üstə gəl neçə D-yə bərabərdir? 11 D-yə. D-nin də qiymətini bərabərləşdiriblər, bunlar 4-ə. Onda A1 üstə gəl. 11 vur 4, birbaşa yazırıq. Neçədir? 44. Bərabərdir neçəyə? 280-ə. A1-i tapaq onda buradan. 280-dən 44 çıxırıq. Eləyir bizə neçə? 236. Bunu verək yaddaşa qalsın. Gedək nəyə? Bizdən indi kimi soruşur? İlk 16 həddin cəmini, yəni S16. S16-nın formulu necədir? A1 plus A16 da verə bilərik, amma bizim əlimizdə silsilə fərqi falan var deyə, yəni D var da əlimizdə, düzdürmü? D varsa onda D-li formula gedək. 2A1 üstə gəl n-1, yəni 16 çıx 1, 15D böl 2 vur neçə? 16. Bundan bu ixtisar gedir, qalır geriyə 8. 8 vurulsun, 2 vurulsun. A1-in yerinə yazacaq 236. Üstə gəlsin 15 vurulsun D. D-nin də qiyməti neçə vermişdi misal bizə? 4-ə bərabərləşdirmişdi. Deməli, gedək nəyə? 8 vurulsun. Biraz düzdür, ədəd böyük alınacaq. 8 vurulsun. 236-nı 4-ə 2-yə vuraq daha doğrusu. Eləcək 472. Üstə gəlsin 60. 472 ilə 60-ı toplayaq. Eləcək 532. Bunu da vuraq indi 8-ə. 532-ni 8-ə vuranda 16 bir yadda, 24, 25, 2 yadda, 40, 42. 42.000, daha doğrusu 4256. Bu da C variantındaydı. Bu 56-cı sual idi. Keçək, yəni belə bir uzun misaldan sonra gələn 57-ci suala. Rahat sualdır əslində. 57-yə baxaq. Silsilənin ardıcıl hədləri verilibdir. Ümumiyyətlə, verilən ifadənin ardıcıllığın silsilə olmağını istəyirsinizsə, ədədi orta xassəsi ödənilməlidir. Ədədi orta xassəsi də necə veriləcəklər bizə? Deməli, kənar hədlərin cəmi ortadakının, daha doğrusu kənardakıların ədədi ortası ortadakını versin bizə. 2 üstə gəl 8-in ədədi ortası ortadakını versin bizə. 2 plus 8-im nə eləyir? 10. 10 da 2-yə böləndə neçə verəcəklər bizə? 5. Toplama 2 o tərəfə nə cür keçəcək? Çıxma kimi. 5-dən 2 çıxırıq. Nəyə bərabər olurlar? 3-ə. İndi həqiqətən aparın yerinə yazın. Baxın, 2. X yerinə də 3 yazıram. 3 üstə gəl 2 neçə eləyir? 5. 2, 5, 8. Baxın, 3-ü çarpdırırlar. Yəni, artan silsilədir. Silsilə fərqi də hətta burada 3-ə bərabərdir. 58-ci sualda oxşar sualdır. O qaydada həll eləyirsiniz. 59-cu sualda məncə yuxarıda eləmişdik. Yəni, hər ehtimala baxaq. İlk həddi verib mənə 3. Silsilə fərqində baxan kimi görürük ki, 3-dən 8-ə gedirsə, silsilə fərqi deməli 5-ə bərabərdir. Yenə nə verib? Deyir ki, bir dənə həddi var. Qiyməti 143-dür. Bunun nömrəsi neçəyə bərabərdir? Onda gedək ki, A-nin A1 ilə olan formula. A1 üstə gəl, n-1-dir. Gördüyümüz hər şeyi qiymətlərin yerinə yazıram. A-nin yerinə yazıram 143. A1-in yerinə yazıram 3. N-i bilmirəm, N kimi saxlayıram. D-ni də yerinə yazıram 5. 143-dən 3 çıxanda nə qalır geriyə? 140. 140 bərabərdir. 5 vurulsun n-1. Vurub atmayaq, vaxt getməsin. 140-ı 5-ə bölürəm, eləyir 28. N çıx 1, 28-dir. Çıxma 1 göndərdik o tərəfə, toplama 1 kimi. 28, üstə gəl 1. N də bərabər olacaqdır 29-a. 61-ci suala. 61-ci sualda nə verilibdir uşaqlar bizə? Deyir ki, silsilənin ilk 5 həddinin cəmi 15-dir. Əslində bunun formulu var idi. İlk daha doğrusu 5 həddinin. S5 bərabərdir 15. Sizdən soruşur ki, silsilənin 3-cü həddinin qiymətini tapın. Yəni A üçün qiyməti bərabərdir sual. Rahat bir yolunu deyim. 15-i bölürsüz 5-ə qiymət eləyəcəkdir 3. İndi gedək akademik qaydasına, həllinə. Bu tiplərdə yadınıza gəl, bayaq da dedim. 2 misli bir əksiyi buradadırsa, onda bu ikisini bir-birinə bölün, qiymət verəcəklər. S5 bərabərdir A1, üstə gəl A5, yəni ilk hədd, son hədd, ədədi orta, vur nömrə. Bu formada gedir də, düzdürmü? 1 ilə 5-in ortası nə eləyir? Elə 3. Baxın, 1 üstə gəl 5, 6, yarısından eləyirlər 3. Vurulsun 5. S5-i neçəyə bərabərləşdiribdir? 15-ə. Onda 15-i 5-ə bölürəm, qiymət olaraq neçə tapacaqdır? 3. Yəni, hansı yol sizə rahatdırsa, o formada da gedə bilərsiniz. 62-ci sualda oxşar yolda fərqli olunur. 63-cü suala baxaq. Uşaqlar, 63-cü sualda da yenə uzun-uzadıya yerə getmək olar, amma belə bir şey yazın. Baxın, bizdə nələr var? 13 var, 17 var, bir də 21 var. Kimin ədədi ortasıdır? Bir dənə baxaq. 13 ilə 21-in ədədi ortası neçə verəcəkdir bizə?
Deməli 13-ün üstünə 21 gələndə nə eləyir? 34. 34-ün 2 misli neçə eləyirdilər? 17. Onda burada baxın ədədə ortaq hissəsi nədə var? A13 üstə gəl A21. 13 üstə gəl 21 nə eləyirdi? 34. Amma 34 yerinə nə deyirdik? 2 dənə 17. Bir dənə qiymətlərini yazaq. A13-ün qiyməti yerinə yazırıq 17. A21-i bilmirəm, işarə eləyirəm məsəl üçün x ilə. A17-nin də qiymətini bilirəm ki, 11-ə bərabərdir. Nə verəcək bizə? 2-ni 11-ə vururam eləyir 22. 22-dən də 17-sini çıxardıram, verir mənə neçə? 5. Deməli, 5 olacaq bunun cavabı. Keçək 64-cü suala. 64-cü sualda nələr verilibdir? A3, A7, A17. Gedək ən son variantımıza. Hamısını A1 ilə ifadə eləyək. A1 üstəgəl. A3-ün yerinə deyirəm də hələ ki. A1 üstəgəl 2-dir. Üstəgəl. A7-ni açıram. A1 plus 6-dır. Ardınca da A17-ni açıram. A1 plus 16-dır. Bərabərdir neçə vermişdi bizə? 72. A1, A1, A1. Nə qədər oldu? 3 dənə A1. 2-dir, 6-dır. 8 oldu. 8-in də üstünə 16 gələndə neçə verəcəkdi bizə? 24-dir. Bərabərdir 72. Hər tərəfi 3-ə bölə bilərəmmi? Daha kiçik ədəd olsunlar deyə. A1 plus 8-dir. Bunların da 3-ə bölmüşük də, düzdürmü? Bərabərdir neçəyə? 24-ə. İndi deyin görək, A1 plus 8-dir. Neçəyə bərabər idi? 1 üstə gəl 8 nə verirdi bizə? A9. A9-un qiyməti neçədir? 24. A9 bizə niyə lazım olacaq? S17-dən ötürü. S17-nin formulunu yazıram. İlk hədd, üstə gəl sonuncu hədd, böl 2, vur nömrə. İndi deyin görək, 1 üstə gəl 17-nin ortası, yəni yarısı nə verir bizə? A9. A9 burada, 17 də burada. A9-un qiyməti neçəyə bərabərdir uşaqlar? 24-ə. Qalır geriyə nə? 24-ü 17-yə vurmaq. 24-ü 17-yə vuranda variantlara baxmaq üçün deyirəm də, məsəl üçün qısa yol kimi. 4-ü 7-yə vuranda sonu nə ilə qutarır? 28-in 8-i ilə qutarır da, düzdürmü? Sonu 8 ilə qutaran variant budur. Yəni siz arxain olmaqdan ötürü 24 lap 17-yə vurub yoxlaya da bilərsiniz. Yenə həmin qiymət alınacaq sizin üçün. 65-ci sualda ilə oxşar formada həll eləyin. Hər birini A1 ilə ifadə eləyə bilərsiniz. Ya da gəlin 65-i, deyəm, buranı təmizləyim. 65-i daha asan da verə bilərik ki, nə formada tapmaq olar, onu bir dənə mən sizə deyim. Əslində, eyni qayda ilə də gedə bilərsiniz. Necə verək? Məsəl üçün, rahat olsun deyə deyirəm də sizə uşaqlar. Deyəm, buraları təmizləyək. Nə idi? A4 üstəgəl A8. 4 üstəgəl 8 nə eləyirdi? 12. Amma 12 demirdim, nə deyirdim? 2 dənə 6-lıq. Buranı ayıraq qarışmasın. Bir dənə də ortada var. 2 dənə 6-lıq da ortadadılar. Elədimi 4 dənə 6-lıq. A6. Qiymətini neçəyə bərabərləşdiribdi? 4-ə. 4 4-ə apardı. A6-nın qiyməti neçəyə bərabər oldu? 1-ə. Bu bizə lazım olacaq harda? S11-də. S11 bərabərdir. İlk hədd, son hədd, yarısı, vur nömrəsi. 1 üstə gəl 11 nə eləyir? 12. 12-nin ortası neçədir? A6. Vur nömrə. A6 da deyir ki, mənim riyazi qiymətim 1-dir. 1 vurulsun 11. Neçəyə bərabər olacaq? 11-ə. Bu da Y variantındaydı. Yaxşı. Keçək indi 66-cı suala. 66-cı sualda nə eləyir uşaqlar? A1 üstə gəl A3 verib. 1 üstə gəl 3 nə eləyirdi? 4. Amma 4 demirdik. Nə deyirdik? 2 dənə ikilik. 2 dənə ikiliyimin qiyməti neçəyə bərabərləşdirib? 8-ə. 8-i bölürəm buradakı 2-yə. Deməli, A2-nin qiyməti neçəyə bərabərdir? 4-ə. Aparıb yerinə yazıram. Deyir ki, A2-ni A4-ə vuranda 40 eləyirmiş. Olsun. A2-nin qiyməti neçədir? 4. 4-ü A4-ə vuranda 40 eləyirmiş. Onda 40-ı bölürəm 4-ə. A4-ün deməli qiyməti neçəyə bərabərdir? 10-a. A2-nin qiyməti neçəyə bərabərdir? 4-ə. Sizdən kimi soruşur bu adam? Silsilə fərqini tapın. Silsilə fərqini tapılmaq qaydası ilə deyək də. Deməli, A4 məsəl üçün formulda var, formula gedə bilərsə. Əgər formul yaddan çıxırsa, 2 dənə həddən böyüyünü kiçiyi ilə ifadə etməkdən daha tez tapılar. A4 bərabərdir. A2 plus 2-dir. A4-ün yerinə yazıram 10. A2-nin də yerinə yazıram 4. 4 plus 2D'yə bərabərdir. 2D bərabər olurlar 6-ya. 6-ını da deməli buradakı 2-yə bölürük. Silsilə fərqinin qiymətini tapırıq 3. Bərabər olurlar 3-ə. Sonra keçək deməli neçənci sual? 67-ci sual oxşar yolladı uşaqlar. Yəni həll eləyə bilərik, sizlikdir. 68-ci suala baxaq. 68-ci sualda ilk həddi veribdir bizə 3. Hətta silsilə fərqini də biz buradan görürük. Silsilə fərqi də neçəni çağırtır bu hədlər? 4 4 artırlar, düzdürmü?
Deməli, SN-in qiymətini verib də bizə 210. Bizdən soruşur, SN daha doğrusu 210-a bərabərdir. Bizdən soruşur ki, ilk neçə həddin cəmi 210-a bərabərdir. Yəni SN 210-dur, onun nömrəsi neçədir? N neçəyə bərabərdir? Demişdik ki, silsilə fərqi varsa, yəni düsturda D varsa, SN-in D-li formuluna gedirik. Formul necə idi? 2A1 plus N minus 1-dir. Böl 2 vur N. Bu formadaydılar. Hər şeyi yerinə yazaq, qiymətlər alınacaqlar. 2 vurulsun. A1 yerinə yazıram 3, D yerinə yazıram 4, N minus 1 böl 2 vur N bərabərdir 210. Nə alındığına baxaq. 2 vur 3 elədi 6. Üstə gəl vurub açaq istəyirsiniz buranı. 4N çıxılsın 4 bölünsün 2 vurulsun N bərabərdir 210. 6-dan 4 çıxıram eləyir elə 2. Burada yazaq 4N plus 2 böl 2 vur N bərabərdir 210. Buranı da 2-yə ixtisar eləyək. Nə qaldığına baxaq. N vurulsun 2N plus 1 bərabərdir neçəyə? 210-a. Əslində bunu bura vurub açmaq və silsilə həddi qaydası ilə həll etmək lazımdır. Daha doğrusu kvadrat tənliyə getmək lazımdır. Məsəl üçün getdik fərz eləyək. 2N-in kvadratı plus N minus 210 idi. Bunu köklərini tapmaq lazım olacaqdır. Düzdür, burada viet yoxdur. Diskriminanta və s. getmək lazım olacaqdır. Amma əgər testdə düşübdürsə, yəni bu diskriminantla həllini özünüz bilirsiniz də, düzdürmü? B kvadrat minus 4AC falan gedirdik. Amma yerlərinə variantları qoymaqla və yaxud da ki, fikirləşməklə də tapmaq olar ki, 2 dənə hədlər də hasili 210-a bərabərdir və biri ilə digər arasındakı belə bir əlaqə var. Yəni biri n-dirsə, digəri bunun ikimisindən bir vahid böyükdür. Burada elə variantları yerinə yazmaqla da görə bilirik ki, n bərabərdir 10-a. Məsəl üçün, baxın, n burada 10-a bərabərdir. 2 vur 10 plus 1 də 21 eləyir. 21-i də 10-a vuranda ilə bizdə 210 alınacaqdır. Deməli, n-in qiymətini neçə tapdıq? 10. Bu getdi. 69-cu sual oxşardır. Qaldı sizə. Mən buraları silirəm. Təmizlənsin ki, lazım olacaq bizə. Deməli, nədə qaldıq biz, uşaqlar? Qaldıq geridə. Deməli, 70-ci sualda da bir neçə yolla uşaqlar həll eləmək olar. Ən son variant A1 ilə ifadə eləmək də olardı. İstəyirsiniz, gəlin bunları qoşulaşdıraq. Baxın, belə də qoşulaşdıra bilərsiniz formada da və yaxud da ki 4 16 ilə 8 12-ni də qruplaşdıra bilərsiniz. Nəysə A4 A8 ilə gedək. 4 ilə 8. A4 üstə gəl A8 nəyə bərabərdir bizdə? 2-yə 6-ya. 12 ilə 16-nın nədədir ortası neçə eləyirdi? 12 plus 16 28. Yarısı da nə verir bizə? 14. Bərabərdir nəyə? 224-ə. İndi baxaq, 2-yə ixtisar eləyək. Qaldır geriyə A6 plus A14. Buranı da 2-yə ixtisar elədim. Neçə elədilər? 112. İndi deyin görək, 6 ilə 14-ü nədədir ortası neçə eləyir? Yəni 6 üstə gəl 14 nə eləyirdi? 20. Amma 20 demirdik, nə deyirdik? 2 dənə 10-luq. Onda buranı da ilə 2-yə ixtisar eləyək. 112-ni 2-yə bölək neçə verəcək bizə? 56. Bu bizə lazım olacaq harda? S19-un formulunda. S19 bərabərdir A1 plus A19 yarısı vur nömrəsi. Bu formada verirdik. İndi deyin görək, 1 üstə gəl 19 20 eləyirdi. Bunun yarısı nə verirdilər bizə? A 10-u verirdi. Deməli, buranın qiyməti neçədir? 56. Burada da geriyə nə qalırdı? 19-a vurmaq. Bu da 1064 eləyir. Deməli, baxaq lap, 56 vurulsun 19, 54, 45, 49, 56, düzdür. 4, neçə elədilər burada? 900-dən neyəsə səhv getdik, deməli. 56 vurulsun 19, hesablama səhvi olmasın. 54, 5 yadda, 45, 5 də yadda idi, 50. Biz burada 49 yazmışdıq da. Buradan da elədilər 56. 4, 6, 1024, 1064 daha doğrusu elə bayaqda variantda dediyimiz kimi 1064-ə bərabərdir. Keçək nəyə? 71-ci suala. 71-ci sualda asan bir sualdır. Necə şifahi test tapa bilərsiniz? 7 ilə 19-un ortası B-dir. 7-nin üstünə 19 gəlib, yarıya bölək test. 26, yarıya böləndə neçə elədilər? 13. İndi geriyə saymaqla baxın. 19-dan 13-ə 6 vahid azalıb. 13-dən 7-yə 6 vahid azalıb. 6 vahid də azaltsaz, A-nın qiymətini taparsınız. 7-dən də 6 çıxdıqda nə qalacaqdı geriyə? 1. Deməli, A-sı 1 oldu, B-si də 13. Hansı variantdadır bu da? C variantında. 72-ci sualdan davam eləyək. Deməli, 72-ci sualda nə veriblər? Deyir ki, bu ilk həddi verirəm sənə, silsilə fərqini də verirəm və bu silsilənin bəzi hədləri var ki, onlar 40-dan böyükdülər. Və bu 40-dan böyük olan həddin ilkinin nömrəsi neçədir? Onun tapılmasını istəyir. Gedək ki, AY-nin formuluna. AY demişdi ki, mən bərabərdir. AY bərabərdir. A1 plus
n minus 1 vurulsun D. A1-in qiyməti yerinə yazıram 0,7. Üstə gəl. D vurulsun. D-nin yerinə yazıram 2,6. N çıxılsın 1. Böyükdür nə? 40. Gəlin istəyirsiniz buraları uşaqlar ona vurmaqla daha sadələşdirək. Yəni kəsrlə işləməkdənsə tam ədədlə işləmək daha sərf eləyir, belə deyim sizə. Böyükdür 400. Baxın, hər tərəfi 10-a vurdum. 10-da 7 idi, 7 oldu, 26 oldu. Burada 40 idi, 400-ə çevrildi. İndi baxaq, 26 n çıxılsın 26. Burada da 400 idi. Müsbət 7 o tərəfə nə cür keçəcək? Mənfi kimi. Eləyir bizə 394. 26-ın yerində qalsın. Mənfi 26-ını da o tərəfə müsbət kimi atırıq. 394 plus 26-dır. Deməli yazırıq 26n böyükdür. 10 burada, 12 burada, burada 420. İndi baxaq, 420-ni bölək 26-ya. Burada tam ədəd alınmayacaq, kəsir formadadır. Bir dənə baxaq, 420-nin içərisində 26 nə qədər yerləşir? Burada oldu bir dənə 26. Burada elədilər 160. 160-ın içərisində 26, deməli 6 dəfə versək 156 eləyəcək də, düzdürmü? 36, 3 yadda 156. Hə. N böyükdür 16 tam 26-dan neçə qaldı? Deməli, qalıqdan çıxdıqda nə qalmışlar? 4. Nəysə, 16-dan böyük ədəddir. 16-dan böyük ilk həddimizdə neçəyə bərabərdir bizim? 17-yə. Yəni, bu formada həll eləyirsiniz. Keçək nəyə uşaqlar? 74-cü suala. 74-dən ötürü deməli, buraları yenə təmizləyək. Yeni formasında verək. Deməli, bizdə nə veriblər? A5 plus A9-un qiyməti verilib. Denə deyək, A5 plus A9 nəyə verirlər? 5 üstə gəl 9 neçə eləyir? 14. 14 yerinə nə deyirdik? Ədədi orta xassəsinə görə. 2 dənə 7-lik. 2 dənə 7-liyin qiyməti 36-dır. Onda 36-nı 2-yə bölürəm. A7 sənin qiymətin neçəyə bərabərdir? 18-ə. A4-ü neçəyə bərabərləşdiriblər? 9-a. Sizə deyir ki, silsilə fərqini tapın. D nəyə bərabərdir? Yazırıq, A7 bərabər idi. A4 plus 3-dir. Yerlərinə qiymətlərini yazıram. 18 bərabərdir. 9 plus 3-dir. Ne gedək 3 deyə. 18-dən bu 9-u çıxartdım, qaldı geriyə 9. 9-u da buradakı 3-ə böldüm. D bərabər oldu. Neçəyə? 3-ə. 6-cı suala baxaq. Deməli 76-da nə veriliblər? S-nin qiymətini verilib. Bizdən soruşur ki, ardıcıllığın n-ci həddini tapın. Yəni qısaca nə? AN. AN-i tapmaqdan ötürü biz nə dedik? AN-i S-lə necə ifadə edə bilərik? 2 ardıcıl həddinin fərqi şəklində. Sn çıxılsın Sn minus 1. Yazıram onda. Snin yerinə yazıram ki, 8n-in kvadratı plus 3n. Çıxılsın. Bu dəfə keçirik indi. N-in yerdə n yazmayacaqsınız uşaqlar. Artıq n minus 1 yazacaqsınız. 8 vur. N minus 1-in kvadratı üstə gəl 3. Yenə qabağımıza n çıxdı. Yenə burada yerinə nə yazmaq lazımdır? N minus 1. Bunu biraz kvadrat mötərizəyinə verək ki, qarışmasınlar. Bura rahatlığından açılır. 8n kvadrat üstə gəlsin 3n-dir. Çıxılsın. Buranı biraz səliqəyə salaq. 8 vurulsun. N çıxılsın 1-in kvadratını açırıq. N kvadrat çıx 2n plus 1. Üstə gəl. Buranı vurub açaq. 3n çıxılsın 3. İndi buranı biraz da səliqəyə salaq. 8-i bura paylama ilə vuraq. Deməli nə qalacaq? 8n kvadratı çıx 16n. Üstə gəl 8. Üstə gəl 3n çıxılsın 3. Əvvəlində də nə gəlib? 8n kvadratı plus 3n. Arada da nə qoymuşdu? Çıxma. İndi səliqəyə saldırıq. 8n kvadratı 3n çıxılsın. 8n kvadratı 3-dən 16n çıxanda nə verirdi bizə? Mənfi 13. Amma qabağında mənfi var deyə artıq nəyə çevrildi? Bu müsbət 13-ə. Sonra keçək ardına. 8-dən 3 çıxanda neçə eləyirdi? Müsbət 5. Amma əvvəlinə yazırıq mənfi 5. Burada da 8n-in kvadratları bir-bir ilə gedir. Düzdürmü? 3n üstə gəl 13n eləyir. Neçə eləyir? 16n. 16n çıxılsın nə? 5. Qiymət deməli nəyə bərabər olacaqdır? 16n çıxılsın 5-ə. Yaxşı. Keçək nəyə? 77-ci suala. 77-ci suala oxşar tipdələrini işləmişdik əvvəllərdə. Nə verib? Deyir 25-dən başlayaraq. Neçə ardıcıl natural ədədin cəmi 196-ya bərabər. Nə verildiyini yazaq. Deməli, ilk həddi veribdilərmi bizə? 25-dən başlayaraq dediyinə görə 25-in özünü də götürməyimizi istəyir. Sonra silsilə fərqinə baxaq. Əslində uşaqlar burada silsilə fərqini çətin gördülər. Niyə? Ardıcıl natural ədədlər 1-1 artırlar da, düzdürmü? Silsilə fərqi onda 1-dir. Keçək nəyə? S-nin qiyməti deməli 196-dır, amma onun sıra nömrəsini bilmirəm. Yəni n bərabərdir sual. Qiymətlərini yazaq. S-nin formuluna gedirik, amma D-ni verdiyinə görə hansı formula getmək lazımdır? 2a plus 2a1 plus n minus 1-dir.
bölü 2 vur n. İndi bir-bir qiymətlərini yazırıq. S-nin yerinə yazıram artıq sən 196-ya bərabərsən. Bölünsün 2. 2 vurulsun. A1-in yerinə yazıram 25. N-i hələ bilmirəm, saxlayıram. D-ni də yerinə 1 yazdıq. Vurulsun neçə? N-ə bərabər idi. İndi vurub buraları açaq. 2-ni 25-ə vururam, eləyir 50. Üstə gəl. 1-ə vuranda bura dəyişmir də qısaca. Üstə gəl n minus 1 bölü 2 vur n bərabərdir 196-ya. İstəyirsiniz bu 2-yə bölməni də o tərəfə vurma kimi keçirdək. Deməli 50-dən 1 çıxıram, eləyir 49. Nə qalır geriyə? N plus 49. Vurulsun n. Bu tərəfə baxaq. 196-nı deməli 2-yə vurmaq lazımdır. 12, 19, 392. Deməli burada da variantla verildiyinə görə elə yerlərinə qiymət verməklə tapa bilərsiniz ki, n-in qiyməti məsəl üçün bərabər olacaqdır 7-yə. Bir dənə baxaq. 7 vurulsun. 49 plus 7 neçə eləyir? 56. 7-də 56-ya vuranda həqiqətən neçə alınacaqdır bizdə? 392. Ya da vurub açmaqla da gedə bilərik. N-ə vururam n kvadrat. 49-a vururam 49n. Müsbət 392-ni də atdıq bu tərəfə. Bərabərdir 0. Viyyətə görə deməli toplayanda cəmi mənfi 49. Fasili də mənfi 392-yə bərabər olan ədədləri tapmaq lazımdır. Deməli köklərindən biri olacaqdı bizdə. Toplayanda 49 vuranda 392 mənfisini də nəzərə aldıq. Deməli bir kök olacaqdı 7, digəri də olacaqdı mənfi 56. Amma burada istifadə olunan n sıra nömrəsi olduğuna görə mütləq natural ədəd olmalıdır. Ona görə n-in qiyməti ancaq 7-yə bərabər götürürük. Deməli bu neçənci sual idi? 77-ci sual idi. Orada burada bir variant. 79-cu sualda uşaqlar bizə nə verilibdir? 21-ci hədd qiyməti, silsilə fərqinin qiyməti və tapılmasını istəyir ki, S40 çıx S20, yəni ilk 40 həddin cəmindən ilk 20 həddin cəminin çıxılmasını istəyir bizdən. S40 çıxılsın S20. Görək bu nəyə bərabərdir? S40-ın yerinə 2A1-li formulu yazırıq. 2A1 üstə gəl 39D bölü 2 vur 40. Çıxılsın, S20-nin qiymətini yerinə yazaq. 2A1 üstə gəl 19D bölünsün neçə? 2 vurulsun neçə? 20. İndi burada baxın uşaqlar, 2 ilə 40 ixtisar gedir, 20. 20-ni bu ifadəyə paylamayla vurmaq lazımdır. 2 ilə buradakı 20 ixtisar gedir, burada qalır 10. Onu da bu ifadəyə paylamayla vurmaq lazımdır. İndi vurub açaq. 2A1-i vuranda 20-yə, eləyir 40A1. Üstə gəl. 39D-ni 20-yə vuranda 780D. Çıxılsın. Onu vuranda 2A1 eləyir 20A1. Onu vuranda 19D, amma qabağındakı mənfini nəzərə alaraq mənfisini yazırıq. Mənfi 190D. Buna bərabər oldu. İndi görək burada nə yaranır? 40 dənə A1-dən 20 dənə A1-i çıxanda 20A1 verir. 780D-dən 190D-ni çıxanda da müsbət 590D qalır. D-nin qiymətini misal bizə veribdir. Neçəyə bərabərdir bu? 3-ə. Qalır geriyə 20A1-də, yəni burada A1-in qiymətinin tapılması. A1-in qiymətini tapmaqdan ötürü də A21-li formula gedə bilərik. Baxın, bir dənə orada yazaq uşaqlar. A21 nəyə bərabər idi? A1 üstə gəlinsin 20D-yə, düzdürmü? A21-in yerinə qiymətini yazıram. Neçə idi bu? 65. A1-in qiymətini bilmirəm. A1 kimi işarə edək lap. 20D. D-nin qiyməti neçə idi? 3. 20-ni 3-ə vuranda neçə eləyəcək? 60. Onda 65-dən 60-ı mən çıxsam, mən deməli A1-in qiymətini tapmış olaram. A1 neçəyə bərabər oldu? 5-ə. Aparıb onda yerinə yazaq. 20 A1. A1 qiymətini tapdıq. Deməli yerinə nə yazacaq? 20 vurulsun 5. Üstə gəl 590D idi. D-nin də qiymətini 3 vermişlər bizə. 593-ə vuranda eləyir 1770. Üstünə də gələk 20 vurulsun 5-i, yəni 100. Bunlar da toplayanda neçəyə bərabər olacaq? 1870-ə. Bu da bizdə A variantında idi. 80-ci suala baxaq. Deməli 80-ci sualda S-nin formulu verib və bizdən soruşur ki, 7-ci həddi tapaq. 7-ci hədd S-ilə olan formuluna görə necə tapılırdı? S7-dən bir tık əvvəldəkini, yəni S6-nı çıxmaq lazım olurdu. Gəlin gedək S7-nin qiymətini tapaq. Deməli nəyə bərabər olacaqdı? S7 yazaq kənarda. S7 bərabərdir. N gördüyümüz yerə 7 yazmaq lazımdır. 12 vurulsun 7, çıxılsın 7-nin kvadratı. 12-ni 7-yə vuranda eləyir 84. Çıxanda buradan da 49-u qalacaq geriyə neçə? 35. Bu S7-nin qiyməti. Gedək S6-nı tapaq. S6, N gördüyümüz yerə 6 yazaq.
12 vur 6 çıx 6-nın kvadratı. 12-ni 6-ya vuranda 72, çıxanda da 36-nı qalır geri necə? 36. İndi tapdıq bunları. A7-nin tapılması lazım idi bizə, düzdürmü? A7 dedik ki, bu iki elementin fərqinə bərabərdir. Birincinin qiyməti 35 idi, ikincinin də qiyməti 36-ya bərabərdir. 35-dən də 36 çıxanda nə verəcək bizə uşaqlar? -1. Keçək 81-ci suala uşaqlar. A23-dən A11 çıxıb və A5-dən də A17 çıxıbdır. Əslində silsilə fərqi qaydasına görə uşaqlar baxın yazırıq deməli. A23 çıxılsın A11, üstə gəl A5 çıxılsın A17. Bunlar verilibdir və bizdən bu ifadənin qiymətinin daha doğrusu tapılmasını istəyirlər. Nəyə bərabər olduğuna bir dənə baxaq uşaqlar. A23-dən A11 çıxanda biz nə demişdik? Hədlərin fərqi silsilə fərqini verir bizə, düzdürmü? 23-dən 11-ə qədər neçə dənə D var idi? 12-dir. Müsbət 12-dir. Keçək bu birisinə. 5-dən 17 çıxaq. 17-dən 5-ə nə qədər D var idi? 12-dir. Sadəcə olaraq kiçikdən böyüyə çıxıblar deyə qarşısına mənfi işarəsi qoyuruq. 12D-dən 12D çıxanda nə qalırdı geriyə? 0. Əgər bu formada tapmaq çətin olursa uşaqlar, bunların hər birini A1 ilə ifadə eləsəz də yenə həmin qiymət alınacaq. Məsəl üçün gəlin yazaq. Bax A23 yerinə yazıram ki, A1 üstə gəlinsin, deməli 22-dir. Sonra ardınca çıxma gəldi. Çıxma olduğuna görə bu A11-in qiymətinin hamısını mənfi ilə yazıram. A11 nəyə bərabər idi? A1 üstə gəl 10 deyil, düzdürmü? Mənfi işarəsinə görə bunları da mənfi elədik. Sonra keçək nəyə? A5-ə. A5 nəyə bərabər idi? A1 üstə gəlsin 4D-yə, plus idi də plus kimi saxladıq. Amma A17-yə baxaq, o da mənfi olduğuna görə mənfi kimi yazaq. Mənfi A17-ni verək deməli. A1 üstə gəl 16D idi, mənfi olduğuna görə mənfi qoyduq. Baxın indi burada. A1-dən A1-ə çıxdıq, onlar bir-birini islah etdi. Müsbət A1-də mənfi A1-i öldürdü, getdi. İndi görək nə qaldı? 22-dən 10-un çıxanda qalır geriyə 12-dir. 4-dən 16-sını çıxanda qalır geriyə -12-dir. Yenə qiymət nəyə bərabər olurlar uşaqlar? 0-a. Yəni istəsəz bu cür qısa yolla da tapa bilərsiniz və yaxud da ki, misalı A1 ilə ifadə edib daha uzun formada da tapa bilərsiniz. 83-cü suala baxaq uşaqlar. 83-cü sualda sonlu ədədi silsilə verilibdilər. Hamısında məxrəc 15-dir. Gəlin onda burada 3-də 1 dayanıb, düzdürmü? Onun da qiymətini 15 ilə göstərək. Surəti də məxrəcdə hər tərəfi 5-ə vurmaqla gedə bilərik. 15-də 5 üstə gəl 7 üstə gəl 9 üstə gəl. Baxın, hamısında məxrəc 15-dir deyə elə bir dəfəlik məxrəci bir dəfə yaza bilərik. 5 üstə gəl 7 üstə gəl 9 üstə gəl neçə? 23-ə bərabərdir. Yəni burada 15-ə fikir verməyə ehtiyac yoxdur. Silsilə formasına götürsək nə deyə bilərik uşaqlar burada? A1-in qiyməti neçəyə bərabərdir? 5-ə. Silsilə fərqi 7-dən 5 çıxıram neçəyə bərabərdir? 2-yə. AY-nin qiyməti vardı əlimizdə 23, amma biz bilirik ki, cəm düsturuna gedəndə, yəni SN-in formula, hansı formuluna gediriksə gedək. Orada mütləq bizə nə tələb olunacaq uşaqlar? N-in qiyməti. Çünki axırda N-ə vurmaq lazım idilər da, düzdürmü? Ona gəlin, AY-nin formuluna görə, AY-nin formuluna, yəni SN-i keçməmiş əllərək, çünki SN bizdə N istəyəcək. AY-nin formulundan N-i tapaq. AY nəyə bərabər idi? Formulu olaraq yadınızda gəlirsə. A1 üstə gəlsin, N-1 D-yə bərabər idi, düzdürmü? AY-nin qiyməti yerinə yazıram 23. A1-in yerinə yazıram 5. Silsilə fərqi yerinə yazıram 2, N-1. Buradan davam edək. 23-dən 5-i çıxardıram, qalır geriyə 18. 18-də 2 ilə ixtisar eləyirəm, qalır 9. N-1'im 9'dur. N də neçəyə bərabər oldu deməli 10-cuya. İndi gedək S-nin formuluna. Hamısında məxrəc 10 idilər, düzdür? S-nin deməli S10 tapmaq lazım olacaq bizə. S10 bərabərdir A ilk həddim. İlk həddimin qiyməti neçədir? 5. Üstə gəl 10-cu həddim. Qiyməti neçə idi? 23. Böl 2 vur neçə? N. N-in qiyməti yəni nəyə bərabər idilər? 10-a. 5-in üstünə 23 gəlirəm, verir mənə 28. Bunu da yarıya bölürəm, eləyir 14. 14 də vururam 10-a, eləyir neçə? 140. Bu bunun qiyməti idilər. Keçək nəyə? Biz bir dənə burada nəyi nəzərdə tutmamışdıq? Dedik, elə surətləri toplayaq, məxrəcə axırda qiymətini yazırıq. Deməli, ifadənin qiyməti nəyə bərabər olacaq? 140 bölünsün 15-ə. Bunun da içərisində 9 tam 3-də 1 dəfə yerləşəcək. 84-cü sualdan davam edək. Deməli, 84-cü sualda A1-in qiyməti verilibdir bizə neçə? 72. Gəlin silsilə fərqini də tapaq. Silsilə fərqi nə idi? 2 ardıcıl həddin fərqi deməkdir, düzdürmü? 70,5-dən 72-ni çıxsam nə verəcək mənə? -1,5. Bu bizdən nə istəyir? Deyir ki, bu ədədi silsilədə ondan kiçik olan müsbət hədlər var.
Bunların qiymətlərinin tapılmasını istəyir bizdən. Deməli, müsbət hədd dediyinə görə nəyi nəzərə alaq? Deməli, AY-nin neçədən kiçik olmağını istəyir? 10-dan. Əlavə olaraq da nə şərt veribdir deyir bizə bu? Müsbət olsunlar. Onda aparıb yerinə qiymətlərini yazmaq kifayət edəcək. Və bunların nəyi soruşur bizdən uşaqlar? Say. Say demək nə deməkdir? N. Yazırıq bura 0. AY-nin yerinə A1-li formulunu yazıram. A1 üstə gəl N-1D. Kiçikdir 10. Yəni əslində bu silsilə misalıdır. Sadəcə olaraq həlli nəyə gedəcək? Bərabərsizliyə. Yazırıq yenə 0. A1-in qiyməti yerinə yazıram 72. D-nin yerinə yazıram -1,5. N-1 kiçikdir nəyə? 10-a. Bu ifadəni biraz səliqəyə salaq. 72-ni deməli yazaq burada 72. 1,5-i -1,5-i n-ə vuraq. -1,5-i -1-ə vuranda da -1,5 bərabər oldular nəyə? 10-a. Daha səliqəli vəziyyətdə yazaq. Deməli, -1,5-in 72-nin üstünə 1,5 gələndə nə verəcək bizə? 73,5 çıxılsın 10. Buna bərabər olurlar, düzdürmü? İndi nə etmək lazımdır uşaqlar? Müsbət 73,5. Hər tərəfə nə gəlirik? -73,5. -73,5 bunlar getdi. Qaldı geriyə -1,5-in. Bunun da üstünə 73,5 gələndə mənfisi ilə nə verir bizə nə? -63,5. İndi bu ifadədə uşaqlar -1,5 var, düzdürmü? Hər tərəfi -1,5-ə böləcəm. Deməli 73,5-i 1,5-ə böləndə verəcək bizə 49. Sadəcə olaraq işarəni tərsə fırladırıq. Niyə? Çünki mənfi ədədə böldük. 1,5-ni 1,5-ə böləndə 1,5-lər gedir, n qalır. 63,5-i 1,5-ə böləndə isə qalır geriyə, daha doğrusu işarəni tərsə qoyduq. Qalır geriyə buradan da neçə? 42,3-1. Deməli, n uşaqlar 42-dən böyük, 49-dan kiçik ədədlərdir. Bunlar da hansılardır? 43, 44, 45, 46, 47, 48. Bunları sayaq, deməli 1, 2, 3, 4, 5, 6. N-in qiyməti neçəyə bərabər olacaqdır? Deməli 6-ya. Ya da interval qaydası ilə də verə bilərdik ki, interval qaydası ilə 42 ilə 49 arasında ədədlərdir. Deməli formul necə idi intervallarda? Böyükdən kiçiyi çıxırdıq, bir vahiddə azaldırdıq. Sayının qiyməti deməli bərabər olur 6-ya. 86-cı suala baxaq uşaqlar. Deməli burada A5, A7 bir də A9-un cəmini qiymətini bərabərləşdirib 30-a. Gəlin tapaq. 5 üstə gəl 9 nə verirdi bizə ədəd orta xassəsinə görə? 2 dənə 7-lik. Bir dənəsi də ortada var. Oldu mu bizə 3 dənə 7-lik? 3 dənə 7-nin qiyməti neçədir? 30. Onda 33-ə bölərəm. Bir dənə 7-nin qiymətini taparam ki, bu da nəyə bərabər imiş deməli 10-a. Aparıb bu tapdığımız onu burada yerinə yazaq. 10 vurulsun A8 qiyməti bərabərdir 130-a. Onda 130-u da 10-a bölərəm. Qalar geriyə neçə? 13. Bu adam bizdən nəyi soruşurdu? Bunun daha doğrusu silsilə fərqini, bir də birinci həddini. Silsilə fərqini tapmaq asandır uşaqlar. Ardıcıl hədlərin fərqi kimdə tapa bilərik? D bərabərdir A8 ilə A7-nin fərqi. Yəni 13-dən 10 çıxaram, bərabər olur neçəyə? 3-ə. D bərabərdir neçəyə? 3-ə. Bunu tapdıq. Gedək A1-in tapılmasına. A7-ni istifadə edə bilərik də burada, düzdürmü? Yazıram A1 üstə gəlsin 6D-yə bərabər idi. A7-nin qiyməti yerinə yazacaqdım 10. A1-i bilmirəm, saxlayardım elə. 6 vurulsun D. D-nin də qiyməti neçə idilər? 3-ə. Deməli 6-nı 3-ə vururam eləyir 18. 10-dan da 18 çıxıram. Verir mənə neçə? -8. Bu da kimin qiyməti idi deməli? A1-i. Deməli A1-i tapdıq. -8, silsilə fərqində tapmışdıq 3. Bu da C variantında idi. 88-ci sualdan davam edək uşaqlar. S7 verilib, A7 verilib. Bizdən soruşur ki, birinci hədd tapılsın, bir də silsilə fərqi tapılsın. Gedirik S7-nin formuluna. S7 nəyə bərabər idi? İlk formula görə A1 plus A7 böl 2 vur 7 idi, düzdürmü? Hamısının yerinə qiymətlərini yazaq. S7-nin yerinə yazıram 91. Bura yazırıq 2. A1-i bilmirik. A7-nin də qiyməti neçə idilər? 19. Vurulsun neçə? 7. İndi baxın burada. 91 ilə 7-ni ixtisar eləmək olur. Qalır geriyə 13. 13-ü də 2-yə çarpaz vururam, eləyir 26. A1 plus 19 26-ya bərabər idi. Onda 26-dan 19 çıxaram, A1-in qiymətini neçə taparam? 7. A7-ni neçə vermişdi? Deməli A1-in qiymətini tapdıq. A1-in 7 olduğu variantlar ikisində də var, düzdürmü? Sadəcə olaraq silsilə fərqinin tapılmasını mütləq göstərək sizə. A7-nin də qiyməti verilmişlər 19. Bunu niyə yazdım bura? Çünki mənə silsilə fərqi soruşmuşdu. A7-ni A1 ilə versəm, orada silsilə fərqi var da, düzdür? A7 yerinə qiymətini yazıram. A1-in də yerinə qiymətini yazıram. 6D. 6D bərabərdir. 19-dan 7 çıxıram, qalır geriyə 12. 12-ni də 6-ya bölürəm. Silsilə fərqinin qiyməti bərabər olur 2-yə.
90-cı suala baxaq uşaqlar. Deməli burada nə veriliblər? 100 kvadrat çıx 99 kvadrat. 98, 97, 4, 3, bir də 2, 1 və ortada da uzun, yəni sonlu sayda elementlər var. Deməli, bir dənə bunu sadələşdirək. 100-ün kvadratı çıx 99-un kvadratı. Bax uşaqlar, buradan ötürü yəni hesablamaya getməyə ehtiyacımız yoxdur. Sadəcə olaraq müxtəsəri bilsəz bəsdir. 100 minus 99, 100 plus 99. Neçəyə bərabər olacaq? 199-a. İkincisinə baxaq. 98 kvadrat çıx 97 kvadrat. Yenə 98 çıx 97, 98 üstə gəl 97. Bu da bərabər olacaq neçəyə? 195-ə. Bu birisinə baxaq. 4 kvadrat çıx 3 kvadrat. Baxın, bunlar da ardıcıl ədədlərdirlər deyə. Bunların fərqi elə 1-ə bərabər olur. Yəni belə baxanda əslində bizə bunların ancaq cəmi lazım olacaq. 7 2 kvadrat çıx 1 kvadratı lap hesablaya da bilərsiniz. Deməli, 4 çıxılsın 1 neçəyə bərabərdir? 3-ə. İndi bir dənə baxın nə yarandı. Bunları cütləşdirsək, qoşa-qoşa versək. 199 üstə gəl 195, üstə gəl nöqtə-nöqtə 7, üstə gəl neçə? 3. Tərsə də fırladıb yaza bilərsiniz. 3 plus 7 plus 195 plus neçə? 199. Yəni bu ilk həddi verilib, son həddi verilibdir və burada SN-lərin cəminin qiymətinin tapılmasını istəyir. SN-in formuluna görə biz bilirik ki, deməli bunun A1 əlimizdə olmalıdır. A1 var. AN də, yəni sonuncu hədd əlimizdə olmalı idi. Yəni burada ilk düstura gedək də, silsilə fərqi düsturuna getmək. Sadəcə olaraq əlimizdə nə yoxdur uşaqlar? SN-də axırda n-ə vururduq axı. N yoxdur. N tapmaqdan ötürü A1-in formulunu verək. Deməli 199 bərabərdir, AN bərabərdir. A1 üstə gəl n-1 D. Düzdürmü? Silsilə fərqi neçədir? Bu elementlər neçəni çarpırlar? Əslində görürük buradan ki, nəyə bərabərdirlər? Silsilə fərqi 4-ə. Deməli 199-dan 3-ü çıxardaq. Qalacaq geriyə 196. Bunda 4 vurulsun n-1 şəklində yazaq. 196-nı da 4-ə böləndə verəcək bizə neçə? 49 n-1. -1 də göndərək bu tərəfə 50. Deməli, burada iştirak edən hədd sayı neçəyə bərabərdirlər? 50-yə. Gedək S-nin formuluna, yəni S50-ni istəyirik biz. S50 deyir ki, ilk həddi yaz, yazıram 3. Son həddi yaz, burada yazıram 199. Böl 2-yə, sonra da vur nəyə? 50-yə. İndi baxaq, 3 ilə 199-u topladıq, verdi bizə 202. 202-ni də böldüm bura, bərabərdir buna. 202-ni 2 ilə ixtisar eləyə bilərik də, düzdürmü? Verir bizə neçə? 101. 101 də vuraq 50-yə. 101-i 5-ə vururam. 505, yana da 0 yazıram. Eləyir 5050. Bu da Y variantındaydı. 91-ci sualda nə verilir uşaqlar? SN-in formulu verilibdir. Bizdən istəyir ki, silsilə fərqini tapaq. Silsilə fərqinin ən rahat tapılmaq qaydası nəyə bərabər idi? A2 çıxılsın A1-ə. Yəni 2 dənə ardıcıl həddlər, hətta bu həddləri kiçik götürsək daha yaxşı olarlar. Bəs A2-ni S-dən əlaqəli düsturu necə verə bilərik? S2-dən çıxsam S1-ə. Bəs A1-i burada necə verə bilərəm S-lə? A1 bilirik ki, silsilənin ilk həddinin özü ilə ilk həddinin cəminə bərabərdirlər S1-ə. Onda gedib yazıram yerində. D yerinə yazıram ki, A2 yerinə yazırıq ki, S2 çıx S1 çıxılsın. A1-in də yerinə yazıram S1. Onda silsilə fərqinin düsturuna baxın uşaqlar, bunu hətta bir yerə qeyd edə bilərsiniz. S2 çıxılsın, 2 dənə S1-ə bərabər oldu. Deməli bizdə nəyi verilmişdi? S-nin formulunda. Onda gəlin n-in qiymətində bir dəfə 2 yazaq, bir dəfə də 1 yazarıq. N gördüyümüz yerə 2 yazmaq lazımdır. 5 vurulsun 2, çıx 2 vurulsun 2-nin kvadratı. 5-i 2-yə vururam eləyir 10. 2-nin kvadratı 4, buradan da 2 çıxartdım, qaldı geriyə nə? 8. Daha doğrusu 4-ü 2-yə vurdum 8. Ondan da 8 çıxdım 2. Keçək S1-i tapaq. N gördüyümüz yerə 1 yazacaq. 5 vurulsun 1, çıx 2 vur 1-in kvadratı. 5-i 1-ə vurdum. Buradan bu da 2 bərabər oldular nəyə? 3-ə. Gedək indi silsilə fərqində bunu yerinə yazaq. S2 yerinə yazacağam 2. S1-in də yerinə qiymətini yazacağam 3. Sadəcə olaraq bunun əmsalında nə vardı? 2-yə vurma. Çıxılsın 2-yə vurma 3. 2 buradan çıxılsın. 2-ni də 3-ə vuranda nə eləyirdilər? 6. 2-dən də 6 çıxanda nə verəcəklər bizə? -4. Deməli 91-in variantı D variantı olacaq. 92-ci suala baxaq. Deməli 92-ci sualda da 91 ilə oxşardı necə? Orada da SN-i vermişdi. Silsilə fərqinin tapılmasını istəyirdi, düzdürmü? Bunu sadəcə olaraq həllin yarım formada göstərək. A12-dən A7-ni çıxanda A7-nin daha doğrusu çıxdıqda neçə D qalır geriyə? 5-dir. 5-dən işimiz yoxdur. Bizə lazımdır bu silsilə fərqinin tapılması. D-ni yuxarıda da göstərdik. Hətta formul kimi də verdik. Nəyə bərabərdir? S2-dən S2 S1-in çıxılmasına.
Yəni bu bizə silsilə fərqini verirdilər. Sadəcə olaraq aparıb yerinə en gördüyümüz yeri 2 yazmaq lazımdır. 5 vur 2, 3 vur 2 kvadratı, yəni 10 çıxılsın 12 bərabərdir -2. Bu birinin qiymətidir. Bir də S1-i tapaq. En gördüyümüz yerlərə 1 yazacağıq. 5, 3 vur 1 kvadratı, 5 çıxılsın 3 bərabərdir neçəyə? 2-yə. İndi gedək silsilə fərqini tapaq. S2, yəni bunun qiyməti çıxılsın 2 vurulsun S1. Bunun qiyməti də neçəyə bərabər çıxmışdı? Deməli 2-yə. Nə alındığına baxaq. -2 buradan, -4 buradan. Bərabər olacaq neçəyə? -6-ya. 93-cü suala baxaq. Deməli, S11 ilə S7-nin arasındakı əlaqə verilibdir. A4-ün qiyməti verilibdir. A6-nın tapılmasını istəyir bizdən. Deməli, yazaq. S11-i açaq. S11 bərabər idi. A1 plus A11 bölü 2 vur 11. Düzdürmü? Bərabərdir. 10 misli. 10 vurulsun S7. S7-nin qiymətini açaq. A1 plus A7 bölü 2 vur 7. İndi bura baxaq uşaqlar. A1 plus A11-in yarısı, yəni A1 plus A11 2 dənə 6-lıq eləyirdi, düzdürmü? Yarısı nə eləyəcək? Bir dənə 6-lıq. Vur 11. 11-i vuraq istəyirsiniz 7-yə. Buradan bərabərdir 70 yazaq. A1 plus A7-nin yarısı nə eləyəcəkdi? 1 üstəgəl 7-nin yarısı nə eləyirdi? 4. İndi gedək nəyə? A4-ün qiymətini misal bizə verirdi də, düzdürmü? Yerinə yazmaq lazımdır sadəcə. Bunun qiymətini neçə verirdi misal bizə? 5 tam, onda 5. A6 bərabərdir. İstəyirsiniz 11-i 5 tam, onda 5 ilə burada ixtisar eləyir. Fərqi yoxdur. İstəyirsiniz də 70-i 5 tam, onda 5-ə vuraq. Eləyir bizə 365. Bu vurma 11-də o tərəfə bölmə kimi keçəcək, düzdür? 365-i 11-ə böləcək, qalacaq geriyə 35. 95-ci suala baxaq. Uşaqlar deməli deyir ki, ilk həddinin qiyməti elə 1-ə bərabərdir və ümumi həddlərində cəm formullarının nisbəti lendikslərinin kvadratların nisbətinə bərabərdir. Bunun ümumi həddinin tapılmasını istəyirlər. İndi gedək nəyə? SM-in, yəni bu A1 bizə lazım olacaq. Sadəcə olaraq birbaşa tətbiq eləyə bilmirik. Hara yazmaq lazımdır? SM bölünsün, SN-in tapılması lazımdır bizdə. Deməli, kəsr xətti çəkək. SM-in gedək ikinci formuluna. Formul necə idi? 2A1 üstəgəl, indeksində M yazılıb deyə mən M-1 yazıram. M-1-dir, bölü 2, vur nə? M. İndi eyni şeyi SN üçün yazaq. İkinci formula görə 2A1 üstəgəl n çıxılsın 1-dir, bölünsün 2, vurulsun n. İndi 100% uşaqlar fikirləşir ki, deyəcəksiniz ki, ay müəllim, siz hardan bildiniz ki, ikinci formula getmək lazımdır. Yəni videonu çəkməmişdən bax, iki formula ikisini də yoxlayıram. Hansı daha rahat yoldan tapılırsa onu seçirik və tətbiqində daha tez və dəqiq cavab alınır da, belə deyim sizə. İndi baxın burada, ikilər bir-birlərini ixtisar elədi, getdi. Bu M-də bu M ixtisar gedəndə M-in 1-i qalır. N-də də N-i ixtisar eləyirik, N-in 1-i qalır. A1-in də qiyməti yerinə neçə yazın deyir misal bizə? 1. Və birbaşa yazaq, 1 açaq. Keçək aşağıda, deməli ayrı olsun, qarışmasınlar. 2 üstəgəl M-1-dir. Məxrəcə də, yəni 2-ni A1-in yerinə 1 yazıblar. Çünki misal özü elə vermişdilər. A1-in yerinə 1 yazım, yəni 2 vur 1, yenə 2 eləyirlər. Üstəgəl N-1-dir, bərabərdir nəyə? N bölünsün N-ə. Bizə nə lazımdır indi? Tənasüb yarandı da, düzdürmü uşaqlar? Tənasüblə vurub açaq bu həddləri bir-birləri ilə. Deməli, nəyə bərabər olacaqdılar? N-i vuracaq 2 üstəgəl. Buranı da vurub açaq istəyirsiniz. M-D çıxılsın D. N-i də çarpaz vuracaq. Bu ifadəyə, yəni buradakı məxrəcə 2 üstəgəl, bunu da bura vurub çarpaz açaq. N-D çıxılsın D. İndi açaq görək nə qaldığına baxaq uşaqlar. 2N üstəgəl M-N-D çıx N-D. Buranı açaq. 2M üstəgəl M-N-D çıxılsın M-D. Baxın, burada müsbət MN-də, müsbət MN-də ilə yanaşı gəldikdə bir-birlərini islah eləyib öldürürlər. İndi nə etmək lazımdır? Burada qalıb 2M, də nə qaldıqlarına baxaq. 2M, daha doğrusu çıxılsın N-də. Burada nə qalıbdır? 2M çıxılsın M-də. İndi D-ləri bir yerə yıxaq. Mənfi M-dən ataq bu tərəfə olsun müsbət M-də. Ardınca da yazaq çıxılsın N-də. 2M yerində qalmışdı. Bu 2M-də göndərək sağ tərəfə. Çıxılsın 2M. İndi burada ortaq vuruq kimi 2-ni alaq kənara, M çıxılsın N. Burada ortaq vuruq kimi D-ni alaq kənara, M çıxılsın N. Baxın uşaqlar, burada M çıxılsın N, M ilə bir-birlərindən fərqli idilər deyə, onların fərqi də sıfırdan fərqlidir.
Düzdürmü? Bu iki elementin bir-birlərindən çıxanda sıfırdan başqa bir ədəd alınır. Niyə? Çünki o iki ədəd bir-birlərindən başqa-başqa ədədlər idilər. Onda ifadəni solunu da sağını da həmin bu ifadələri ixtisar eləyərək gedər. D nəyə bərabər olacaq deməli? 2-yə. Biz bunu istifadə eləyəcəyik. Yəni bunu tapdıq. Bunu da misal vermişdi. Bizdən istəyir ki, ümumi hədd formulunu yazaq. A-yə bərabər idi. A1 plus n-1 deyə. Düzdürmü? A1-in qiymətini yerinə yazıram. 1 plus D-ni də yerinə yazıram. 2 vurulsun n çıx 1. Vurub açıram. 1 üstə gəl. 2n çıx 2. 2-ni saxlayaq. 1-dən 2-ni çıxaq, verəcək bizə -1. Deməli, bunun ümumi həddinin tapılmasını istəyirdi. Bizdən ümumi hədd formulu şəklindəki nəyə bərabərliyini. 2n çıxılsın 1-ə bərabər olacaqdır. 2n çıxılsın 1-də hansı variantdadır burada? B variantında. 96-cı suala baxaq. A4-ün qiyməti var əlimizdə. Bizdən istəyir ki, A2 ora A5 hasilinin ən böyük qiymətini tapaq. 98-ci sualda uşaqlar deməli bizə verilibdir. Deyir M nömrəli həddinin qiyməti n-dir. N nömrəli həddinin qiyməti də m-dir. Və bu iki ədəd də bir-birlərindən fərqlidir. Silsilənin istənilən k-cı həddinin formulunun tapılmasını istəyir. AK-nın formulu lazımdır bizə, düzdürmü? Əvvəlcə silsilə fərqini tapaq. Silsilə fərqinin formulu necə idi? Yuxarıda həddlər fərqi, aşağıda indekslər fərqi. İndi AY-in yerdə necə yazmaq lazımdır? N. Misal özü deyir ki, AY-in qiyməti n-ə bərabərdir. AY-in qiyməti də m-ə bərabərdir. Burada da m çıxılsın n-dir. Bu iki ifadə bir-biri ilə əks ifadələrdir. Əks ifadələrin də qiyməti, yəni nisbəti nəyə bərabərdir? -1-ə. Gedək ki, AK-nın tapılmasına. AK-nı istəyirsiniz, AM-lə olan formuluna gedəkdir. Necə idi formul? AM üstə gəl, bu ikisinin fərqi vurulsun neçə idi? Silsilə fərqi. Buna bərabər ilə. İndi yazaq. AM-in yerinə yazırıq ki, AM demişdi qiymətim neçəyə bərabərdir? N-ə. Üstə gəlsin K, çıxılsın M. Vurulsun silsilə fərqi, yəni neçə? -1. Vurub açaq N. K-nı mənfiyə vuranda çıxılsın K. -1-i vuranda bura, M-ə vuranda isə müsbət edəcəklər. Deməli, AK-nın formulu buna bərabər olacaqdır. Daha səliqəli formada yazsaq, birinci yəni toplananları yazsaq. M plus N çıxılsın K-ya bərabər olacaqdır. M plus N çıxılsın K. Bu da C variantındadır. 99-cu suala baxaq. Deməli, A4, A5, A6-nın qiyməti 27-dir. Uşaqlar, bu sual bir də bunun həndəsi silsilə forması imtahanlarda tez-tez düşür. Deməli, 4 ilə 6 ədədi ortaq xassəsindən verərik. 4, 5, 6 ardıcıl gedirdilərsə və tək saydaydısa, demişdik ki, ortadakı həddin neçə mislinə bərabərdir? 1, 2, 3. 3 mislinə. 3 A5-in qiyməti 27-dir. A5 də bərabərdir neçəyə? 9-a. Hardan gəldiyini soruşacaqsınızsa. 4 üstə gəl 6. Nə verirdi bizə? 2 dənə 5-lik. Bir dənə 5-lik də ortadaydı. Ona görə yəni 3 dənə A5-ə bərabər oldu. Keçək 100-cü suala. 100-cü sualda nə verilibdir? Deməli, A4, A5, A6-nın qiyməti 57-dir. A1, A2, A3-in qiyməti də 21-ə bərabərdir. Bizdən soruşur ki, bunun 3-cü həddinin tapılması lazımdır. Gəlin belə verək uşaqlar. 1, 2, 3. Yəni 99-dakı kimi qayda ilə versək. 3 dənə A2. A2 ortadakı daxı 1, 2, 3. 3 həddi olduğuna görə. 3 dənə A2-nin qiyməti 21-dirsə, A2-nin öz qiyməti neçəyə bərabərdir? 7-yə. Digər qayda, yəni eyni məntiqdən burada da deyək. 4, 5, 6. Ortada kim durur? A5. A5 neçə dənə götürürük? 1, 2, 3. 3 dənə A5-im 57-dir. Onda A5-in özünün qiyməti neçəyə bərabərdir? 57-ni 3-ə bölərəm. Neçə verər mənə? 19. İndi biz bunu nədə istifadə edəcəyik? O bizdən soruşur ki, bunun 3-cü həddinin tapılması lazımdır. A3 uşaqlar A2 ilə də verə bilərik. Məsəl üçün A2 üstə gəlinsin 1D deyərdik, düzdürmü? Bəs deyəcək ki, silsilə fərqi hanı? Silsilə fərqini tapmaqdan ötürü də A5-dən və A2-dən istifadə eləyək. A5 üstə gəl A2, daha doğrusu A5 çıx A2 neçə D-yə bərabər olacaqdılar? 3 D-yə. Qiymətlərini yerinə yazıb tapaq D-nin qiymətini. 19-dan 7 çıxıram. 12. Bunu da 3-ə bölürəm. Bərabərdir nəyə? 4-ə. Aparıb yerinə yazaq. A3 bərabər idi. A2. A2-ni neçə tapmışdıq bayağı? 7. Üstə gəl silsilə fərqi də neçə çıxdı? 4. 7 plus 4 bərabər olacaq neçəyə? 11-ə. Bu deməli neçənci sual idi? 100-cü daha doğrusu sual idi. 100-ü elədik, buradan bir də 99-u elədik. 101-ci sual ilə ortaq, yəni oxşar misalda daha doğrusu o formada həll edə bilərik. 102-ci sualı da uşaqlar bir neçə yolla həll eləmək mümkündür. Gəlin necə verək uşaqlar?
Deməli, A1, A2, A3, A4 verilibdi. Daha ədədi ortaya falan getməyə ehtiyac yoxdur. 2, 3, 4, 5 də burada verilibdilər. Deməli, burada gördüyümüz, yəni ikinci misaldakı hər elementi digəri ilə ifadə eləyək. İstəyirsiniz son variant kimi hamısını A1 ilə də verə bilərsiniz. Və yaxud da ki, gəlin baxın belə yazaq. Bu məncə daha rahat olacaq sizə. A4 plus A5 bərabərdir 60-a. Düzdür? İkinci misalda bunun altında yazaq. A1 üstəgəl A2 üstəgəlsin A3 üstəgəlsin A4. Bu da bərabərdir nəyə? 28-ə. Gəlin indi bu iki misalı bir-birindən çıxaq. A2-dən A1 çıxanda nə qədər D qalır? 1-dir. A3-dən A2 çıxanda 1-dir. Dalbadal hədlərdir axı bunlar. 4-dən 3 çıxanda qalır 1-dir. 5-dən 4 çıxanda 1 qalır geriyə 1-dir. Və qalır geriyə 60-dan 28 çıxmaq 32. 1, 2, 3, 4. 4 dənə D bərabərdir 32-yə. 32-ni də 4-ə bölürəm, verir bizə neçə? 8. Ən son variant kimi hamısını A1 ilə də ifadə eləyə bilərdiniz və yaxud da ki, hər bir həddi digəri ilə ifadə edə bilərdiniz. Amma mənə elə gəlir ki, ən rahat yolu bu oldu. İki həddi bir-birlərindən çıxdıq. Böldük elə D-nin 4-dən olmasını əslində belə də görə bilərdiniz. Buradakı element sayıla, yəni uyğundular. Burada da 4 dənə element var. Deməli, 4 dənə D bu ikisinin fərqinə bərabər olurdular. 104-cü suala baxaq. Deməli verir deyir ki, bunun 14-cü həddinin özünün qiyməti 135-ə bərabərdir. S14-ün, yəni cəminin qiyməti 980-ə bərabərdir. Bizdən istəyir kimi tapaq? A1 bərabərdir sual. S14, A14, A1. S14-ün onda ilk formulu ilə verəsi olsa, A1 üstəgəl A14 bölü 2 vur 14 düzdürmü? Bu qayda ilə tapılırdı. Bərabərləşdirərdik neçəyə? 980-ə. İndi baxın burada necə eləmək olar uşaqlar. İstəyirsiniz 12 ilə 2 ilə daha doğrusu 14-ü burada ixtisar eləyək 7. A1-i bilmirəm. Elə A1 ilə də işarə eləyə bilərsiniz, X ilə də işarə eləyə bilərsiniz, fərqi yoxdur. Üstə gəldik 135, vurulsun 7 bərabərdir 980. Deməli 980-i 7-yə bölək, qiyməti bərabər olacaq neçəyə? 140-a. A1 bərabərdir. Onda 135-dən 140-ı çıxardardıq. Daha doğrusu 140-dan 135-i çıxardardıq. Bərabər olardı neçəyə? 5-ə. 106-cı suala baxaq. Deməli S12-nin qiyməti var əlimizdə, A9 var, amma A1-in tapılmasını istəyir bizdən. Deməli S12-ni açaq əvvəlcə uşaqlar. S12-nin açılışının birinci, daha doğrusu ikinci formuluna gedək. 2A1 üstəgəl 11D bölü 2 vur 12. Bərabərləşdirib neçəyə? 324-ə. Burada 2 ilə 12-ni ixtisar edirəm, qalır geriyə 6. 6 ilə də 324 ixtisar eləyək. Qalsın deməli geriyə 54. Nə qaldığına baxaq. 2A1 üstə gəlsin 11D bərabərdir nəyə? 54-ə. Gedək bura. A9-un da qiyməti verilir bizə. A9 nəyə bərabərdir? A1 plus 8D. Neçəyə bərabərləşdirib 37-yə? Bunları birləşdirsək nə yaranar uşaqlar? Sistem tənlik. Onda aşağıda gördüyümüz tənliyi 2-yə vuraq. 2A1 üstə gəl 16D. 2-yə vuranda 37-də 74. Altında yazaq 2A1 11D bərabərdir 54. İndi gəlin bu tənlikləri bir-birlərindən çıxaq. A1-lər getdi. 16-dan 11-in çıxanda qalır geriyə 5-dir. 74-dən 54-ün çıxanda qalır geriyə 20. 20-ni 5-ə bölürəm. Silsilə fərqi bərabərdir 4-ə. İndi o bizdən kimin tapılmasını istəmişdi? A1-in. A1-i tapmaqdan ötürü məsəl üçün götürüm indi buranı. A1 üstəgəl 8D. D-ni neçə tapmışıq? 4. Bərabərdir 37-yə. Deməli 37-dən 32-sini çıxardarıq. A1-in qiyməti bərabər olar 5-ə. 107-ci suala baxaq. Deməli 21-ci həddin qiyməti var, 39-cu həddin qiyməti var. Bizdən soruşur ki, ilk 5 həddin cəmini tapaq. Deməli gedək nəyə uşaqlar? A39-dan A21-i ifadə etməklə burada silsilə fərqinin qiymətini tapaq. Deməli 39 çıx 21 neçəyə bərabərdir? 18-dir. Qiymətini yazaq. 36 onda 6 bərabərdir 33 plus 18-dir. Burada 36 onda 6-dan 33-ü çıxsaq nə qalacaq geriyə? 3,6. Nəyə bərabərdir bu da? 18-dəyə. 3 onda 6-nı 18-ə bölək. Deməli bu da verəcək bizə necə? 0,2. Silsilə fərqinin qiymətini tapdıq. Bunu harda istifadə edəcəyik? İlk 5 həddin cəm düsturunda. İlk 5 həddində D olduğuna görə ikinci düsturuna gedək. S5 bərabərdir 2A1 plus 4D bölü 2 vur 5. Buna bərabərdir, düzdürmü? İndi yazaq burada. Burada istəyirsiniz uşaqlar bütün elementləri 2-yə ixtisar eləyə bilərsiniz. A1 plus 2D vurulsun nəyə bərabərdir? 5-ə. A1-dir bu da daha doğrusu.
A1 plus 2-dir, vurulsun 5-ə bərabər edirlər. Düzdür? Qalır bizə geriyə. İstəyirsiniz bunu da yığaq. A1 plus 2 nəyə bərabərdir? 3-ə. A3 vurulsun 5. Amma A3-ün qiyməti əlimizdə yoxdur. A3-ü tapmaqdan ötrü A21-dən istifadə eləyə bilərik. A21-i gəlin A3 ilə verək. A3 üstəgəl nəyə bərabər idi bu? 18 deyə. Hər birinin qiyməti var əlimizdə. A21 yerinə yazarıq 33. A3-ü bilmirik, bunu tapacağıq biz. Üstəgəl 18-dir. D-nin də qiyməti neçə idi? 0,2. 18-i 0,2-yə vurduq. Elədi neçə? 3,6. İndi keçək bu tərəfə. 33-dən 3,6-sını çıxaq. Qalacaq geriyə 29,4. İndi aparıb bunu da silsilədə yerinə yazaq. S5 bərabər idi. A3 vurulsun 5 demişdik axı. 29,4 vurulsun 5. Bunun qiymətini hesablamaq lazım olacaq. 147 bərabər olacaq. 111-ci sualda deməli A7 üstəgəl A23, A9 üstəgəl nəyəsə bərabərdir. Daha doğrusu 6-ya bərabərləşdirlər. Gəlin biz burada uşaqlar 6-nın hansı element olduğuna baxaq. Deməli 7 üstəgəlinsin 23. 19 üstəgəl nəyə bərabər idi? 7 üstə 23 gəlirik 30. 30-dan 19-u çıxırıq. Deməli bu x-la işarələmişik. Tap n-lə də işarə edə bilərdik də. 30-dan 19 çıxdım, nə verdi mənə? 11. Deməli baxın uşaqlar, burada gördüyünüz element 11-ci element idi. 11-ci elementin deməli qiyməti neçəyə bərabər imiş? 6-ya. İndi bu misal bizdən nəyi soruşur? S21-in tapılması. Yəni hazır formula görə S21 bərabərdir 21 vurulsun A11, yəni 21 vurulsun 6 bərabərdir 126. Və yaxud da ki, bu düsturun hardan gəldiyini başa düşə bilməyənlər ya da tez-tez yadından çıxardanlar üçün elə S-nin birinci formuluna da gedə bilərik. S21 yerinə yazıram. A1, A21 bölü 2 vur 21. İndi baxaq. 1 üstəgəl 21 neçə eləyirdi? 2 dənə 11. 2-lər gedir. Yəni A1 və 21-in ədədi ortası neçə eləyirdi? A11 vur 21. Yenə A11-in qiymətini verir bizə. 21 vur 6. Yenə bərabər olacaq neçəyə? 126-ya. 18-ci suala baxaq uşaqlar. A5-in kvadratı çıx A1-in kvadratı 336-dır. A3-ün qiyməti verilibdir. Bizdən soruşur ki, A1-i tapaq. Deməli, gəlin burada əvvəlcə nəyə gedək? Kvadratlar fərqi var, düzdürmü? Müxtəsər vurma düsturları verək bura. A5 çıxılsın A1, A5 üstəgəl A1. Biz demişdik ki, uşaqlar, bunu bərabərləşdirib 336-ya. Silsilə hədlərinin fərqi, silsilə fərqini verir. O da necə idi? 5-dən 1 çıxırdım. Yəni, A5 ilə A1-in arasında nə qədər D var? 4-dür. Bu hissə isə ədədi orta xassəsi ilə toplanılır. Deməli, 1 üstəgəl 5 nəyə bərabərdir? 2 dənə A3-ə. Bərabərdir neçə idi yenə? 336. A3-ün də qiymətini yerinə yazaq. 4 vurulsun. İstəyirsiniz lap burada 4-ü 8-ə, 2-yə daha doğrusu vuraq. 4-ü 2-yə vurdum 8 vurulsun. D vurulsun neçə? 14. Bərabərdir 336. 14-ü 8-ə vururuq eləyirik. 112 D bərabərdir 336. Ya istəsəz əvvəldə də ixtisar eləyə bilərdiniz. 336-nı da deməli 112-yə böləndə silsilə fərqinin qiyməti bərabər olacaq 3-ə. İndi bu isə bizdən birinci həddin tapılmasını istəmişdi. Onda A3-ü istifadə eləməklə ilk həddi taparıq. A3 nəyə bərabər idi? A1 plus 2-dir. Hamısının qiymətini yerinə yazaq. A3-ə yazırıq 14. A1-i bilmirik və bunu tapmalıyıq da onsuz. 2 vurulsun D. D-ni də neçə tapmışdıq? 3. 2-ni 3-ə vurduq. 6, 14-dən də 6-nı çıxartdıq, bərabər oldu 8. 120-ci suala baxaq. S12 çıxılsın S10 bərabərdir 12 yazılıbdır. Gəlin S12-dən S10-u çıxaq. S12 minus S10 qiymət olaraq nəyə bərabərdir? Hansı hədlərə toxunulmur burada? A12-yə və A11-ə. Bunu da qiyməti neçəyə bərabərləşdirib? Rəqəm olaraq, yəni ədəd olaraq daha doğrusu 12-yə bərabərləşdirib. Və burada dayanır. Yəni bu istifadə olunacaq deyə bunda heç bir düzəliş eləmirik. Keçək misalın bizdən tələb etdiyini. Misal soruşurdu ki, bizdən ilk 22 həddin cəmini tapaq. S22 bərabərdir A1 plus A22 bölü 2 vur 22. Düzdürmü? Burada da 2 ilə 22 ixtisar gedir. Nə qalır geriyə? 11. Keçək bu hissəyə. Burada da uşaqlar indekslər cəmi qaydasına gedirik. Necə? 1 üstəgəl 22 neçə eləyirdi? 23. 12 üstəgəl 11 indeks baxımından neçə eləyirdi? 23. Əgər indekslərin cəmi qoşa-qoşa bərabərdirsə, onda bu ifadənin qiyməti ilə bu ifadənin qiymətinə bərabərdir. Yəni, buranın da yerinə neçə yazmaq lazım imiş? 12. 12-ni vururuq 11-ə, bərabər olur 132-yə. 123-cü suala baxaq uşaqlar. Deməli, 3
3-cü həddin qiyməti verilibdir və silsilə fərqinin tapılması ilə bağlı silsilə fərqi deyib ki, 20 ilə 2-nin fərqi 13 ilə 4-ün fərqinə nisbətinə bərabərdir. İndi əvvəlcə yazaq uşaqlar. A20-dən A2-yə qədər neçə dənə D var? 18-dir. 13-dən 4-ün çıxsam neçə D bərabərdir? 9-dir. Burada baxın, D-lər bir-birini ixtisar eləyir. Qalır geriyə 18 bölünsün 9. Deməli, silsilə fərqinin qiyməti neçəyə bərabərdir? 2-yə. Və ilk 3 həddin də qiyməti neçəyə bərabərdir? Daha doğrusu 3-cü həddin qiyməti neçəyə bərabərdir? 5-ə. Bizdən soruşur ki, A7-ni tapaq. A7 bərabərdir A3 üstə gəlinsin 4-dir. A3-ün yerinə yazıram 5, üstə gəl 4 vurulsun D. Bu da bərabər olacaq neçəyə? 13-ə. 124-cü suala baxaq uşaqlar. Deməli, A19-un qiyməti verilibdir bizə 12-yə bərabərdir. Bizdən soruşur ki, bu silsilənin ilk 17 həddinin tapılmasını. S17 bərabərdir sual. Əslində bunun formulu var. Dərsdə də formulunu vermişdik sizə. Sadəcə olaraq formulunun harda gəldiyinə, hardan gəldiyinə bir dənə baxaq. S17-ni ilk formulundan versəm, A1 plus A17 bölü 2 vur 17-yə bərabərdir, düzdürmü? İndi baxaq ədədi orta xassəsinə görə. 1 ilə 17-nin yarısı neçə eləyirdi? A9. A9 vurulsun 17-yə bərabər olacaqdır. Deməli, S17 bərabərdir. Bunu da necə tapa bilərik uşaqlar? 17-nin üstünə 1 gəlib yarıya bölünəndə verilən həddin qiyməti olmalıdırlar da bizdə. Neyse, indi baxaq əlimizdə görək nələr var. A9-un qiyməti neçəyə bərabərləşdiribdir? 12-yə. Deməli, bizə lazımdır nə? 17-ni 12-yə vurmaq. 170. Bu da bərabər olacaq. Neçəyə? 204-ə. 126-cı suala baxaq uşaqlar. SN-in formulu verilib A6 üstə gəlsin A7-nin tapılmasını istəyir. Adətən bu tipli misallarda bunun tərsəsi soruşulurdu bizdən və belə bir şeyə gedirdik. İndi A6 ilə A7-ni SN-lə necə əlaqələndirə bilərik uşaqlar? Əgər biz S7-dən S5-i çıxsaq, yəni ilk 7-dən ilk 5-i çıxsaq, kimlərə toxunulmazdır? 6-cı ilə 7-ciyə. Yəni A6 və A7-ni SN verilib, baxın, SN-in formulu var. Necə əlaqələndirə bilərmişik ki, onda S7 çıxılsın S5. Geriyə qalır nə? N-in yerinə bir dəfə 7 yazmaq, bir dəfə də 5 yazmaq. Deməli, yazaq. N-in yerinə 7. 2 vur 7-nin kvadratı, üstə gəlinsin 7. 49-u 2-yə vurdum 98, üstünə də 7 gəldim. Verdi bizə neçə? 105. Bu ilk S7-nin qiyməti. S5-ə baxaq. 2 vur 5-in kvadratı, üstə gəlinsin N, yəni 5. 25, 2-yə vurduq 50, üstünə də 5 gəldik, elədi 55. İndi A6, A7-nin qiyməti necə idi? S7-dən S5-i çıxmaq lazım idi, düzdürmü? 105-dən 55-i çıxmaq lazım idi. Bunun da qiyməti bərabər olacaqdı 50-yə. Deməli, 127-ci suala baxaq uşaqlar. A, B, 7, C, D ədədi silsilənin ardıcıl hədləridirlər. Deməli, burada bizdən soruşur ki, A üstə gəlinsin D, B üstə gəlinsin C. Bunun tapılmasını istəyir. Ədədi orta xassəsinə görə A üstə gəl D nəyə bərabərdir uşaqlar? 2 dənə 7-yə. Yəni 14-ə. Keçək nəyə? B üstə gəl C-yə, B üstə gəl də C-yə 2-dən 14-ə bərabərdir. Deməli, 14 plus 14-də neçəyə bərabər olacaqdılar? 28-ə. 128-ci suala baxaq uşaqlar. İlk həddimizi veribdi bizə. A1-in qiyməti bərabərdir 41-ə. Düzdürmü? Silsilə fərqinə baxaq. Ardıcıl hədləri bir-birindən çıxmaqla tapırıq ki, 37-dən 41 çıxanda neçə eləyirdi? -4. O bizdən soruşur ki, bunun ancaq müsbət olan hədlərinin cəminin tapılması. Yəni, əslində AY-nin 0-dan böyük olmasını istəyir və SN-in də qiymətinin tapılmasını. Əvvəlcə bizə nə lazımdır? SN-in formulunda tapmaqdan ötürü AY-nin qiyməti lazımdır. Gedək ki, AY-nin formuluna. AY-ni 0-dan böyük verəcək. AY-nin formulu necə idi uşaqlar? A1 üstə gəl N-1-dir. Düzdürmü? İndi aparıb yerlərinə qiymətlərini yazaq. 41 üstə gəl. D-nin qiyməti -4-dür. Lap bunu -4 kimi yazaq. 4 vurulsun N-1. Nə olmağını istəmişdir? Müsbət olmağını. Vurub açırıq. 41 çıx 4-dən. -4-ü -1-ə vurdum. Müsbət 4 böyükdür 0. 41 ilə 4 45. 4-dən böyükdür 0. Deməli 45 böyükdür 4-dən ya da yerlərini dəyişək. 4-dən deməli kiçikdir 45-dən. N də kiçikdir. 45-i 4-ə bölürəm, içində yerləşir 11/4-də bir dəfə. İndi N burada natural ədədi axı, düzdürmü? Onda N-in yerində ancaq hansı ədədlər dura bilərlər? 11/4-də birdən kiçik olan natural ədədlər. Yəni ilk elə natural ədədim neçədir? İndi də qalır geriyə S11-in tapılması. S11-in formuluna gedək. 2A1 üstə gəl N-1D bölü 2 vur N. Bu formuldan SN-in qiymətini tapaq. A1-in qiyməti yerinə yazırdıq 41. D-nin yerinə yazırdıq
çıxılsın 4. N-1 bura. Daha doğrusu n-in də qiymətini uşaqlar artıq necə tapmışdıq? 11. Yerinə 11-i yazaq. Böl 2 vurulsun neçəyə bərabərdir? 11-ə. 2-ni 41-ə vururam 82. 11-dən 1 çıxıram 10. 4-ü 10-a vururam 40. Bölürəm yarıya, vuracam 11-ə. Deməli, bu ikisini çıxaq bir-birindən eləyir 42. 42-ni yarıya bölürük 21. Qalır geriyə 21-i 11-ə vurmaq. Bu da bərabər olacaq 231-ə. 128-ci sualda silsilənin ilk həddi verilibdir 41. Silsilənin fərqi də verilibdir bizdə. Deməli, silsilə fərqi neçəyə bərabərdir uşaqlar burada? Ardıcıl hədləri bir-birlərindən çıxaraq tapa bilərik. 37-dən 41 çıxırıq, qalır bizə neçə? -4. O da nə istəyir bizdən? Deyir ki, bu ədədi silsilədə bütün müsbət hədlər 136-cı sualda uşaqları bir neçə yolla həll edə bilərsiniz. Son variant kimi həmişə demişik ki, bu misallarda verilən elementləri A1-ə bərabərləşdirin getsin. Məsələn, onu da yazaq, daha sonra rahat bir yolla göstərək. A4-ü, A8-i, A12, A16. Bunların hamısını gəlin A1-lə verək. A4-ün yerinə yazıram A1 plus 3-dür. A8-in yerinə yazıram A1 üstəgəl 7-dir. A12-nin yerinə yazırdıq. A1 üstəgəl 11-dir. Bir də qaldı geriyə A16-nı yazmaq. A1 üstəgəlsin 15-dir. Bir dənə baxaq görək nələr var. A1, A1, düz 4 dənə A1-imiz var əlimizdə. Keçək D-lərə. 3 üstəgəl 7, 10. 10 üstəgəl 15, 25. 25-in də üstünə 11-ni gəldik. Verdi bizə 36, D. Düzdürmü? Bunu neçəyə bərabərləşdiribdir misal? Bizdə 220-yə. İndi bunların bütün elementləri 4-ə ixtisar eləyə bilərik. 4-ə bölək. A1 plus 9-dir. 220-də 4-ə böləndə verir bizə 55. İndi baxın görək. A1 üstəgəl 9-da kimin qiyməti idi uşaqlar? A10-un. Deməli, A10-un qiyməti neçəyə bərabərdir? 55-ə. Bizdən kimin tapılmasını istəyir? S19. Formulanın deyəsi olsaq, S19 bərabərdir. A10 vurulsun 19, yəni 55 vurulsun 19. Bu qaydada da tapa bilərsiniz. Ya da S19-u tapmaqdan ötürü digər bir yola da gedə bilərdik. Deyərik deməli A1 üstəgəl A19 böl 2 vur 19. Yenə 1 ilə 19-u toplayanda 20 eləyir. 20-ni də yarıya böləndə nə eləyirdilər? A10. A10-un qiyməti vurulsun 19-a bərabər olacaqdır. İndi gedək o dediyim daha rahat yola. İndi bir dənə baxın ədədi orta xassəsinə görə uşaqlar. A4 ilə A16-nı toplayanda 2 dənə 10-luq verir bizə. Sonra 8-in üstünə 12 gələndə 20 yox, daha doğrusu nə dedik? Yenə 2 dənə 10-luq. Oldu mu yenə 4 dənə 10-luq? 4 dənə 10-luğum 220-yə bərabərdir. Bir dənə 10-luğun da qiyməti neçəyə bərabər olacaqlar? 55-ə. Və geriyə qalırdı neçə? Bu 55-in 19-a vurulması. 136-cı suala baxaq. Daha doğrusu 137-ci sualda. Deməli 4, 5, 6, 7. Bunları başqa yolla da həll edə bilərik. Gedək yenə ən son variant dediyimiz A1 yoluna. Hamısını A1-ə çevirək. A1 üstə gəlinsin 3-dür. A5-in yerinə yazıram. A1 üstə gəl 4-dür. Sonra A6-nın yerinə yazıram. A1 üstə gəl 5-dir. Bir də axırıncısı A7-nin də yerinə yazıram. A1 üstə gəl 6-dir. Bunu bərabərləşdirmişdik 24-də. Deməli baxaq. A1-lərdən gör nə qədərdir? 4 dənə A1-imiz var əlimizdə. Bu birlərinə baxaq. 3 üstə gəl 4, 7. Üstünə də 5 gəldim 12. Üstünə də 6 gəldim 18. Düzdürmü? 18 D-yə bərabərdir. Qiyməti neçə eləyirdilər deməli? 24-də. Buranı da 2-yə ixtisar eləyə bilərik də, düzdürmü? 2-yə ixtisar getsə qalır geriyə. 2A1 üstə gəl 9D bərabərdir 12. Bu material bizə lazım olacaq harda? S10-un tapılmasında. S10-un da uşaqlar ilk formuluna getmək. Çünki silsilə fərqinin adı keçibdir burada. Onda silsilə fərqi ilə versəm 2A1 üstə gəl 9D. Böl 2, vur 12 deyə bilərik də. Vur 10 daha doğrusu. Deyə bilərik də, düzdürmü? Buranın qiyməti yerinə neçə yazaram? 12. Məxrəcə nə yazdım? 2. 12-ni böldüm 2-yə 6. Bunu da vurdum 10-a, bərabər oldu 60. 146-cı suala baxaq. Uşaqlar, diaqram verilibdir. Ədədi silsilə olduğu verilir və deyir ki, bu ədədi silsilənin bir dənə nöqtədə, yəni bir nömrədə qiyməti 0-a bərabər olur. Yəni AN 0-a bərabərdir. Bəs bu neçənci hədddir? Yəni həmin o həddin nömrəsinin tapılmasını istəyir. Bir dənə qiymətləri verək. Deməli, N-i x oxu üzrə göstərib, qiymətləri də y oxu üzrə göstəribdir. Düzdürmü? Deməli, A1 olsa, yəni ilk qiymətim neçəyə bərabərdir? 80-ə. Keçək sıradakına. Sonra 25 olsa, yəni A25-in qiyməti neçəyə bərabərdir? -16-ya. Bizə nə lazımdır? AY-nin qiymətini 0-a bərabərləşdirmək, düzdürmü? AY-nin formulu necə idi? A1 üstə gəl, D vurulsun N-1.
Bunu bərabər olmağını istəyirdilər sıfıra. Sadəcə olaraq indi hal-hazırda əlimdə sadəcə A1-in qiyməti var. Qalır geriyə D-nin tapılması və ən sonda tənlik şəklində N-in tapılması. Gəlin silsilə fərqini tapaq ki, nəyə bərabərdir? A25-i uşaqlar A1 ilə ifadə eləyək. A1 üstə gələnsə nəyə bərabərdir bu? 24 dəqiqə. 25-in qiyməti neçə idi? 16. A1-in qiyməti neçə idi? 80. Üstə gələnsə nə? 24-dür. Müsbət 80-i göndərirəm bu tərəfə. Mənfi 16, bu da mənfi 80. Neçə eləyəcək? Mənfi 90. 24 D bərabərdir mənfi 96-ya. 96-nı da böləndə 24-ə neçəyə bərabər olacaq? Mənfi 4-ə. İndi gedək, baxın, bayaq dedik, AY-nin qiymətini sıfıra bərabərləşdirmək lazımdır. A1-in yerinə yazırıq, bax, yəni AY-nin həmin formunu da burada yazmayaq, vaxt getməsin. A1-in yerinə yazıram 80, üstə gəl, D yerinə yazırıq mənfi 4, mənfi 4 vurulsun. Burada çıxma da yaza bilərik, elə birbaşa yazaq çıxmayala. 80, burada da mənfi 4, N-1 bərabərdir nəyə? Sıfıra. 80-i burada saxlayaq, mənfi 4-dən istəsəz aça da bilərsiniz, istəsəz o tərəfə göndərib ixtisar da eləyə bilərsiniz. E-1. 80 ilə 4 ixtisar gedir, qalır geriyə 20. Çıxma olan biri də atırıq o tərəfə üstə gəlmə şəklində. N bərabər olacaq neçəyə? 21-ə. Deməli, bu həddin nömrəsi 21-ə bərabər imiş. 147-ci suala gedək uşaqlar. Deməli, burada verib ki, 4 dənə A1 A3-ə bərabərdir. Bunu biz hələ ki istifadə eləmirik, saxlayaq. Başqa nə verib? İlk 5 həddin cəmi 40-a bərabərdir. Yəni S5-in qiyməti 40-dır. S5-in 2A1-li formuluna, yəni silsilə fərqi olan formuluna gedək. 2A1 üstə gəl, 5-dən 1 çıxıram, 4D böl 2 vurulsun 5. Bərabərdir neçə yazsa bu burada? 40. İndi burada baxın uşaqlar, hər elementi 2-yə ixtisar eləyək. İkisi gedir, qalır geriyə A1. 4-ü 2-yə bölürəm, qalır geriyə 2-dir. Burada da 5-lə 40-ı ixtisar eləyirdik, qalırdı geriyə necə? 8. Yəni sadə bir misaldır. Sadəcə olaraq düsturları yerinə tətbiq etmək kifayət edir. A1 plus 2-dir. A3-ün qiymətidir. A3-ün qiyməti deməli neçəyə bərabərdir? 8-ə. Amma misal bizə deyir ki, A1-i tap. Bəs A3 ilə A1-in arasında nə əlaqə var idi? A3 A1-in 4 misli idilər. Yəni 8 bərabərdir 4 A1-ə. Onda 8 də 4-ə bölürük ki, A1-in qiymətini tapaq. A1 bərabər olur 2-yə. 149-cu suala baxaq. Deməli, A1 verilib, silsilə fərqi verilib. Bizdən A-ın kiçikdir 11-i ödəyən hədlərin sayı. Bu əvvəlki testlərdə də vardı, yadınıza gəlirsə. Nə bilim 190-dan kiçik olan natural hədlərin sayı tipli. Yəni həmin o misalı bərabərsizlik şəklində burada yazılıblar. Bizdən tapılmasını istəyir sayı, yəni n-in qiymətinin neçəyə bərabər olduğu. Gedirik nəyə? A-nin formuluna. A-n nəyə bərabər idi uşaqlar? A1 üstə gəl, n-1-dir. Bunu kiçikdir verəcək neçədən? 11-dən. Hamısının qiymətini yerinə yazaq. A1-in yerinə yazıram mənfi 36, üstə gəl. D-nin yerinə yazıraq 3, vur n çıx 1, kiçikdir neçə? 11. Vurub açaq buraları. Mənfi 36, üstə gəlsin 3n, çıxılsın 3, kiçikdir neçə? 11. Burada 3n-i saxladıq. Mənfi 36 ilə mənfi 3. Eləyir mənfi 39. Bu mənfi 39 da o tərəfə göndərəndə olur müsbət 39. 11 ilə daha doğrusu 39-u da toplayanda 3n kiçikdir 50 verirdilər. 50-ni də onda 3-ə bölək, bərabər olacaq 16 tam 3-də 2-yə. 16 tam 3-də 2-dən kiçik olan hədlərin sayını soruşursa, deməli ilk hədd olaraq 1-dən başlayırıq. Biz burada demişdik ki, n sıra sayını göstərir və mütləq natural ədəd olmalıdırlar, düzdürmü? 50-ni də 3-ə böləndə yerləşmişdi içində 16-dan 3-də 2 dəfə. Deməli 16-dan kiçik olan natural ədədlərin sayı soruşursa, bərabər olacaq 16-ya. 150-ci sual diaqram sualıdır uşaqlar. Diaqramların oxunması ilə bağlıdır. Deməli, AK-nın qiyməti X-a bərabərdir. K-nın qiyməti neçədir? 2. Deməli, A2-nin qiyməti X-a bərabərdir. X-in qiyməti neçə verib bizə? 8. Keçək ikincisinə. M-in qiyməti də Y-dir. M-in qiyməti yerinə neçə yazılıbdılar? 4. Deməli, A4-ün qiyməti Y-ə baxaq. Y-də neçəyə bərabər idilər? 12-yə. İndi buradan bizdən nəyi soruşur? Deyir ki, bu ardıcıllıqda, daha doğrusu ədədi silsilədə 47-dən böyük olan ilk həddin nömrəsini tapın. Yəni AN 47-dən böyük olsun və həmin o həddin nömrəsi neçəyə bərabərdir? Bizə onun tapılmasını istəyir. Gedək nəyə uşaqlar? Burada A2-ni və A4-ü boşuna verməyibdilər. A2 və A4-dən silsilə fərqinin qiymətini tapmaq olar. Deməli, A4 nəyə bərabər idi? A2 üstə gəlsin 2D-yə. Yerinə yazaq. 12, A2-də yerinə qiymətini yazıram 8 plus 2D. Düzdürmü? Bu formada gedirik. 12-dən 8 çıxıram 4.
4-ü də bu 2-yə bölürəm, eləyir 2. Deməli, silsilə fərqinin qiyməti neçəyə bərabər idi? 2-yə. A2-ni 8 veribdirsə, A1-i də tapa bilərik də uşaqlar. 8-dən bir dənə 2-sini çıxaram, yəni bir dənə D-ni çıxaram. 8-dən 2-ni çıxanda nə verəcək bizə? A1-in qiyməti bərabər olacaq neçəyə? 6-ya. İndi bu bizdən demişdi ki, gedək bu bərabərsizliyi həll eləyək. Deyirdik ki, 47-dən böyük olan ilk həddin nömrəsini tap. A-nın formuluna gedək. A-n nə formadaydılar? A1 üstə gəl n-1-də belə idi, düzdürmü? Bunu nə istəyirdi? Böyükdür 47. Qiymətlərini yerinə yazaq bir dənə uşaqlar. Deməli, A1-in qiyməti yerinə neçə tapmışdıq? 6. Silsilə fərqini yerinə yazırıq 2. n-1 böyükdür 47. Açaq buranı 6. Üstə gəl 2-nin. Çıxılsın 2 böyükdür 47. 2-ni burada saxladıq. 6-dan 2 çıxdı mı elədi 4. Müsbət 4-ü də ataq bu tərəfə. 2-nin daha doğrusu 2-nin böyükdür. 47-dən 4 çıxanda nə verir bizə? 43. 43-ün də bölək 2-yə bərabər olacaq neçəyə? Deməli 21,5-ə. Bizə də nə lazım idi? Sıra sayının nömrəsi. Yəni 21,5-dən böyük olan ilk hədd neçəyə bərabərdir uşaqlar? 22. Deməli cavab 22 olacaq. Və son sual 152-yə baxaq. Deməli, qiymətlər verilibdilər. AY-nin qiyməti, deməli sıra nömrəsi neçədir? E-nin qiyməti 4 olduqda, yəni A 4-ə bərabər olduqda indeks nömrəsi. AY-n ona uyğun olaraq, yəni həmin nöqtədə neçə alırmış? 4 alırmış. Yəni bu tip şeylər uşaqlar funksiyaya oxşayır. Elə bil ki, bunun x-idir, bu da y-idir. İndeksi 7 olduqda, yəni 7 nömrəli həddin də qiyməti neçəyə bərabərdir? Deməli 11-ə. Düz verdik yəqin ki, 7-yə 11 və 4-ə də 5 bərabər oldular. Bizdən soruşur ki, uşaqlar, S6 çıxılsın S4-ün qiymətinin tapılması. S6 çıx S4-ün tapılmasını istəyirsə, əslində əl qaydası ilə keçmişdik ki, necə tapırdıq? İlk 6-dan ilk 4-ü çıxanda kimlərə toxunulmurdu deyirdik? A6 ilə A5-ə toxunmurdu. Hardan gəldiyinə baxaq. S6 nələrin cəmidir? Artıq A1, A2, A3, A4, A5, bir də A6-dır, düzdürmü? Bunun qiymətidir. S4 kimlərin cəmidir? A1, A2, A3, bir də A4-ün cəmidir. Və bu ifadələr bir-birlərindən çıxdıqda baxın görün kimlər qalır uşaqlar geriyə. A5 plus A6. Bu da bizə deyir ki, A6 üstə gəlsin A5-in qiymətini tap. Bəs bu A4 və A7-ni niyə veribdir uşaqlar? Bir dənə fikir verin indekslər cəminə. İndekslərdə 6 üstə gəl 5 neçə eləyir? 11. Bəs buranın indekslərinin cəmi neçə eləyir? 4 plus 7. Bu da 11-ə bərabərdir. Belə bir qayda keçmişdik uşaqlar. Qoşa-qoşa indekslər cəmi bərabərdirsə, onda hədlərin qiymətləri də bir-birlərinə bərabər olur. Yəni 6 plus 5 də 11-dir, 4 plus 7 də 11-dir. Onda bunların qiyməti bərabərdir. Bəs bunu necə taparıq? A6-nın, A5-in qiymətləri məndə yoxdur. Amma 4 ilə 7-nin qiymətləri var da əlimizdə, düzdürmü? Bura 5-ə bərabər idi, bura da 11-ə bərabərdir. 5 plus 1, 11 bərabər olacaq 16-ya.